Hər vaxtınız xeyir müəllimlər. Artıq bütün təlimlərdə biz qiymətləndirmə meyarından istifadə edəcəyik. Bu siyahını mən sizlərlə təlim cədvəlin bölüşən zaman paylaşacağam. Burada müəllimləri 2 meyar əsasında qiymətləndirəcəksiniz. Bu meyarlar hər təlimcidə olmalıdır və siz burada əsasən fikir verəcəksiniz ki, hansı müəllim necə qiymətləndirilir. Məsəl üçün, burada Ctrl F-lə axtarış etməklə müəllimin adını qiymətləndirə bilərsiniz. Yəni burada təlimçi hissəsindən nəzərə yetirməyin. Bəzən elə olur ki, sürüşmə olur. Müəllim başqa təlimçidə qeyd oluna bilər. Yəni təlimçiyə fikir verməyin. Əgər sizin təliminizdə həmin müəllim varsa, onu siz qiymətləndirə bilərsiniz. Bugündən artıq bütün hər təlimdə sizə bu qiymətləndirmə cədvəli göndəriləcək. Və bildiyim qədərilə həm onlayn, həm də əyani təlimdə olacaq bu meyarlar. Bəli, bəli. Siz davam edə bilərsiniz müəllim. Çox sağ olun, Aygün xanım, məlumat verdiyiniz üçün təşəkkür edirik. Tamam müəllimlər, başlayaq onda. Bu günləri biz birinci siniflərin bu həftə tədris edəcəyimiz mövzular haqqında danışacağıq. Birinci siniflərə 45 və 47-ci dərslərdir. Bir dənə başlamamışdan əvvəl bilmək istəyərdim, bəlkə də məlumatınız vardı. Birinci siniflər 10 dairəsində toplamanı keçiblər. Məlumatı olan var kimsə? Müəllim, axşamınız xeyir. Axşamınız xeyir. 10 dairəsində toplama dedisən, müəllimə? Bəli, bəli. Birinci yarımildə yəqin ki, mütləq ki, keçmiş olarlar. Hə, çünki mövzumuzun biri ona həsr olunub. Ona görə deyirdim. Çimnaz xanım deyəsən qoşula bilmir. Mənə də host etmir. Bircə dəqiqə deyim, məni host etsin ki, mən qəbul eləyə bilim. Çağırsın. Mən slayd açım. Deməli, müəllimlər, 45-ci dərsimiz məsələ həllinə aiddir. Aygün xanım, zəhmət olmasa məni host edin də, müəllimlər qoşulmaq istəyirlər, mən onları qəbul eləyə bilmirəm. Oldu mənim, oldu. Tamam, sağ olun.
Müəllimlər də gəlsinlər başlayaq. Onsuz da qeydə alınır. Ona görə təlim saatı haqqında məlumat verim. İki mövzudur. Hər mövzuya 1 saat yarım ayrılıb. Onlayn təlim 3 saat davam edəcək. Yəni, davam etmə müddəti 3 saat olacaq. Hər mövzuya saat yarım. Hakim xanım gəlib çıxmadı. Biz başlayaq gələcək. Deməli, müəllimlər, ilk dərsimiz mətnli məsələlərin həllinin öyrədilməsi metodikasıdır. 2 hissədən ibarətdir. Yəqin ki, bu hələ ki birinci hissəsini tədris edəcək biz 45-ci mövzuda. Mətnli məsələ deyəndə, yəni elə məsələ sadəcə burada yəqin ki, rus dilindən tərcümə edəndə belə çıxıb. Əslində elə məsələ varsa, deməli onun mətni də var da, şərti də var. Məsələlərdə, yəni ümumiyyətlə məsələ həlli üzərində işdir də, yəni bu dərs məsələ həlli üzərində işə həsr olunub. Məsələlərlə ümumi iş qaydaları burada vurğulanıb, nələrə diqqət olunmalıdır məsələlər tərtib olunarkən, dilin sadəliyinə, məlumatların minimal sayına və tədricən çətinləşdirməyə. Dilin sadəliyi deyəndə nə nəzərdə tutulur? Yəni, şagirdlərə təqdim olunan məsələlər sadə və aydın dildə tərtib olunmalıdır ki, onlar onu başa düşsünlər. Əgər başa düşməsələr, onlar onun riyazi əməlini də tapa bilməyəcəklər, həll edə bilməyəcəklər. Məlumatların minimal sayı deyəndə, birinci sinif üçün tərtib olunan məsələlərdə lazımsız informasiyalar olmamalıdır. Burada şagird öz fikrini obyektlərin, kəmiyyətlərin üzərinə cəmləyə bilməlidir. Ona görə də məlumat çox minimum olmalıdır, sadə cümlələrdən istifadə olunmalıdır. Tədricən çətinləşdirmə, bir əməlli məsələlərdən yavaş-yavaş tədricən 2 əməlli məsələlərə keçid təşkil olunmalıdır. Və 2 əməlli məsələyə keçməmişdən əvvəl əsas əməliyyatları mənimsəməlidirlər. Əsas əməliyyatlar deyəndə nə nəzərdə tutulur? Yəni, məsələni oxu, anla, plan qur, həll et, yoxla, bax bu. Yəni, bu ardıcılığı şagird mənimsəməlidir 2 əməlli məsələyə keçməmişdən əvvəlki məsələni həll etmək üçün mən hansı alqoritmlərdən keçməliyəm. Bunları biləndən sonra artıq 2 əməlli məsələlərə keçid təşkil olunur. Məsələlərin tiplərini və mövzularını veriblər bizə. Tipləri hansılardır? 1 əməlli məsələlər, 2 və daha çox əməlli məsələlər, bir də müqayisə məsələləri. Və mövzular, hansı mövzularda aid olacaq birinci sinifdə? 20-yə qədər toplama və çıxma, müqayisə və sıralama məsələləri, bir də staxastik məsələlər. Toplama çıxma təbii ki, məlumdur da burada 20 dairəsində toplama ilə çıxmadan istifadə edərək şagird məsələni həll edəcək. Müqayisə və sıralama isə bəzən bir neçə məlumat verilir. Deyir ki, azdan çoxa doğru düz, çoxdan aza doğru düz və s. və yaxud hansı doğru deyir. Məsələn, 2 fikir verir, deyir ki, hansı sizcə doğru deyir və yaxud hansı düzdür, kimin tapdığı daha düz, doğrudur və s. belə verir və yaxud hansı böyükdür, hansı kiçikdir, bu şəkildə verir müqayisə məsələsi. Staxastik məsələlər isə yəni həll tələb eləmir də. Staxastik məsələlər artıq seçmə yolu ilə həll olunan məsələlərdir ki, orada artıq şagird seçmə üsulundan istifadə edir, tapır. Nəyi qoysaq alınar, nəyi qoysaq alınar, belə məsələlər. Tapşırıq 1, burada müəllimlər üçündür təbii ki, bu tapşırığımız. Burada sual verir ki, sizə təklif olunan məsələlərdən hansı birinci sinif səviyyəsinə uyğun deyil, müəyyən eləyin və səbəbini izah eləyin. Əsas meyarlar hesablama əməliyyatlarının çətinliyi, yəni əməliyyatın çətinliyinə baxaraq müəllimlər təyin etməlidirlər bunu. Sonra məsələnin mətnin uzunluğuna baxaraq, əməllərin sayına baxaraq, mücərrəd anlayışlardan istifadənin zərurliyinə baxaraq, bunlara baxaraq müəllimlər bunu analiz etməlidirlər, eləməlidirlər ki, bunların hansı uyğundur birinci sinifə, hansı yox. Müəllimlər, qoşula bildi Çimnaz xanım, daha sonra orada kimsə də var idi başqa. Deyəsən Səbnə müəllimə idi.
Tamam, axşamınız xeyir Fəridə müəllim, axşamınız xeyir müəllimlər. Qoşula bildim, bəli, çox sağ olun. Hə, Danışırdınız deyə sözünüzü bölmədim. tamam, Qoşuldum. tamam. Axşamınız xeyir. Çox buyurun. Deməli, müəllimlər, baxın, indi gəlin biz baxaq, biz özümüz də təhlil eləyək. Kim təhlil eləyər məsələləri? Ümumiyyətlə, bax, buradakı əməliyyat çətinliyinə görə, mətnin uzunluğuna görə, əməl sayına görə, mücərrəd anlayışdan istifadəyə görə əsaslandırar ki, bax, bu uyğun deyil, çünki burada əməliyyatlar çətindir, burada mətn uzundur, burada nə bilim, əməllərin sayı çoxdur və s. Kim danışmaq istəyir? Çoxdan da bir-birimizə Mən oxuyum, Fərdi mənim axşamınız xeyir. Buyurun, Jalə. buyurun. Axşamınız xeyir, Jalə müəllimə. Demək, birinci məsələni oxuyuram. Vahidin 5 alması var idi. O 2 almanı yedi. Vahidin neçə alması qaldı? Burada düşünürəm ki, birinci sinif uşaqları üçün çətin bir şey yoxdur. Çox sadədir, anlaşılıdır. Yəni, uşağın gözünün qarşısında canlandıra biləcək bir məsələdir. Ki, 5 alma var, bunun ikisini yeyibsə, demək bu azalacaqdır. Qaldı da deyirsə, uşaq biləcək ki, burada çıxma əməlindən istifadə edəcəkdir. İkinci məsələ biraz ondan mürəkkəbdir. Təranənin 9, İlqarın isə 6 karandaşı var. Təranə və İlqarın birlikdə neçə karandaşı var və təranənin karandaşları nə qədər çoxdur. Bu biraz cümlə olaraq ikinci cümlə daha uzundur, mürəkkəbdir. Bunu iki hissəyə bölsələr daha yaxşı olardı. Tərənə və İlqarın birlikdə neçə karandaşı var? Bu bir sual olardı. İkinci sualda deyə bilərdi ki, Tərənənin karandaşı İlqarın karandaşından nə qədər çoxdur? Bunu yəni ikisini birlikdə verib bir sual olaraq bu uşağa çətinlik törədə bilər. Yəni uşaq bəlkə ola bilər ki, axırıncı sualı oxuyacaq, o birlikdə nə çox oxumayacaqdır məsələn. Tərənə nə qədər karandaşının çox olduğunu tapacaq, amma birlikdəsi məsələn tapmayacaq. Və yaxud da birlikdə olanı tapacaqdır, ikinci sualı cavablandırmayacaqdır. Ayrı-ayrı suallar olsa, düşünürəm ki, daha rahat uşaq onu tapa bilər. Bəli, təbii ki, bu deməli hansı meyarı pozdu Jalə müəllimə? Burada yuxarıda məsələnin mətninin uzunluğu var burada. Hə, həmin o meyar pozulur burada. Bəli, o meyar pozulubdur. Digərlərini də oxuyum. Bəli, zəhmət olmasın. Məryəm məktəbə qədər 1200 metr yol getməlidir. O 600 metr yol getdi. O daha neçə metr yol getməlidir. Biz əgər birinci sinifdən danışırıqsa, burada ədədlər uyğun deyil. Yəni 1200 biz ədədini verə bilmərik uşağa, 600 də verə bilmərik. Yəni 20 dairəsində toplama keçirilərsə bunlar, 20 dairəsində ədədlərdən istifadə etməliyik. Demək, burada hesablama əməliyyatının çətinliyini də götürə bilərik ki, həm çətin olar uşaqlara bunu hesaplamaq, həm də mücərrəd anlayış kimi orada 1200 metr uşaqda istifadə edə bilməz. Yəni metrdən keçməyiblərsə, uzunluğu keçməyiblərsə, bunu demək hesablaya bilməyəcəkdir. Məsələ 4-də deməli, burada hansı meyar pozuldu? Dedim əslində, mücərrəd anlayışı var. Mücərrəd dediniz, bir də hesablama əməliyyatlarının çətinliyini deyə bilərik. İki meyar pozulur, bəli. Dördüncü məsələdə isə sinifdə 12 şagird var. Müəllim bütün şagirdləri 4 qrupa ayırdı. Hər qrupda neçə şagird var? Burada artıq bölməyə yönəlib deyə qrupa ayırmalıdır. Uşaq bunu necə edəcəyini bilməyəcəkdir. Bunu nəsə şəkillə versəydi, 12 dairə versəydi, əgər desəydi ki, bunu 4-4 qruplaşdır, bəlkə onu dairəyə alıb nəsə eləmək olardı. Amma bölməyə aparan məsələdir deyə, bu birinci sinifə uyğun məsələ deyil. Burada demək hansı meyar olacaqdır? Onda meyar olaraq hesablama əməliyyatının çətinliyini götürə bilərik, yəni. Bəli. Tamamilə düzgündür. Jalə müəllimə təşəkkür edirəm. Məsələləri ətraflı şəkildə izah etdiyiniz üçün, meyarlarla əsaslandırdığınız üçün. Baxın müəllimlər, müəllimlərdən də belə izah alırıq. Nə üçün mən Jalə müəlliməyə təkrar sual verirdim? Əslində Jalə müəllim elə deyə qeyd eləyirdi. Yəni ola bilər ki, müəllimlər qeyd eləmirlər. Dedilər ki, hə, filan şey, məsələn, burada Jalə müəllimə gördünüz, əvvəlcə əsaslandırdı ki, uzundur da cümlə, bunu 2 sual şəkildə versəydi daha yaxşı olardı. Sizdə də müəllimlər belə deyə bilərlər. Bitirəndən sonra mütləq meyara qayıdırıq ki, baxın, bizə 4 dənə meyar verib də burada. Hansı meyar sizcə pozulub burada? Qoy müəllimlər də düşünsünlər, tapsınlar ki, məsələn, hansı meyar? Çünki onlar gələcəkdə ola bilər ki, indi tutaq ki, bu indi hazır onlara KSG-lər təqdim olunur. Bəlkə bir vaxt olunmadı, müəllim özü KSG hazırlayası oldu. Yəni, tapşırıq tərtib eləyəndə bunları nəzərə almalarına kömək etməsi üçün əsaslandırmada eləməlidirlər. Sonra məsələnin həlli planı. Burada da yenə məsələ verib, birinci sinifə aid
deyir 5 qız var, 3 oğlan var, cəmi neçə uşaq var, sadə bir məsələdir. Və burada məsələnin həlli alqoritmini verib addımlarla. Birinci addımda məsələni anlamalıdır, ikinci addımda plan qurmalıdır, üçüncü addımda həll etməlidir, dördüncü addımda isə yoxlamalıdır. Və burada da çərçivənin içərisində verib ki, mütləq məsələni addımlara bölün. Müəllim şagirdlərə hər bir məsələnin məntiqi addımlara malik olduğunu göstərməsi vacibdir. Ki, uşaq bilməlidir ki, ən birinci mərhələdə oxumalıdır, daha sonra düşünməlidir, əməl seçməlidir, həlli yerinə yetirməlidir və yoxlamalıdır. Və müntəzəm məşq etdikdə belə alqoritm avtomatik xarakter alır. Yəni, hər dəfə müəllim xatırlatsa ki, baxın, bir məsələ həll etmək üçün siz əvvəlcə onu oxumalısınız, başa düşməlisiniz, sizdən nə verib, nə istəyir. Daha sonra bunu həll etmək üçün əməl seçməlisiniz, sonra əməli yerinə yetirməlisiniz, sonra yoxlamalısınız. Yəni, hər dəfə təkrar deyiləndə artıq şagirdlər onlar indi birinci sinifdirlərdə. Heç vaxt məsələ görməyiblər, axı, birinci sinifdir, ilk illəridir ki, məsələ rastlarına çıxır, məsələ həll edirlər. Ona görə də bu bizim üçün çox asan görünə bilər, amma davamlı olaraq müəllim olaraq xatırlatmalıdır. Mətnli məsələlərin həlli mərhələləri və ilk mərhələ olaraq bizə göstəriblər məsələnin oxunması, məsələnin məzmunun addım-addım təhlili, ilkin oxuma. Demək, ilkin oxumada məsələni ucadan oxuyun, onun məzmununun ümumi anlaşılmasını müzakirə edin. Əgər şagirdlər artıq yaxşı oxuyurlarsa, məsələni sərbəst oxumağı təklif edin. Bu bəndi oxuyan kimi o saat bizə müəllimlərdən suallar gələcək ki, axı müəllimlər bizə deyirlər ki, məsələni uşaq özü oxumalıdır, şərti özü oxumalıdır, tapşırığı özü oxumalıdır. Təbii ki, bu belədir. Baxın, təbii ki, bu belədir. Biz buna əks çıxmırıq. Uşaq özü oxumalıdır, özü başa düşməlidir. Tapşırığın da şərtini, məsələnin də şərtini. Amma indi ola bilər ki, məsələn, hansısa uşaq oxuda çətinlik çəkir. Müəllim oxuda çətinlik çəksə belə özü oxumalıdır. Sadəcə ilk mərhələlərdə müəllim də oxumalıdır. Müəllimin oxusu nümunə olmalıdır. Müəllim özü oxumalıdır və şagirdlərlə kollektiv şəkildə məsələni həll etməlidir ki, baxın uşaqlar, mən birinci oxudum. İndi bax cümlə-cümlə baxıram. Görün birinci cümlədə mənə nə verib, ikinci cümlədə nə verib, sualda məndən nə istəyir. Bax bunun üçün bir rol model olmaq üçün də elə bir deyilmir ki, müəllim həmişə məsələni oxusun, uşaq da həll eləsin. Sadəcə bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, yəni bu irad deyil. İlk mərhələlərdə müəllimin oxuması irad deyil. Müəllim oxumalıdır, bir yerdə müzakirə olunmalıdır. Uşaq bilməlidir ki, bu məsələ nədir ümumiyyətlə, məsələni necə həll etməlidir, məsələyə necə yanaşmalıdır, necə baxmalıdır və s. Yəni bunun üçün ilk mərhələdə, ilk 3, 4, 5, deyək ki, nə bilim, 10 məsələ üçün müəllimin oxumasında heç bir irad yoxdur. Amma o fikirlə də biz razıyıq ki, bəli, şagird oxumalıdır və ona qarşı çıxmırıq. Mütləq, çünki bu mərhələdə mən bilirəm ki, 100% müəllimlərdən sual gələcək. Ona görə də siz də belə açıqlama verə bilərsiniz. Təkrar oxuma, açar sözləri və verilənləri seçib ayırın. Deməli, oxuyandan sonra dediyim kimi, açar sözləri bizə nə verib, nə hansı sözlərə diqqət yetirməliyik, hansı kəmiyyətlərə baxmalıyıq və s. Sualın müəyyən edilməsi, məsələnin sualını vurğulayın, nəyi tapmaq lazım olduğunu müzakirə edin. İlk deməli, müəllim də elə belə göstərir, şagirdləri ki, əvvəlcə oxuyuruq, sonra açar sözləri, verilənləri seçib ayırırıq, altından hətta xətt çəkə bilərik karandaşla, daha sonra bir də sualına baxırıq, nəyi tapmaq olduğunu müzakirə edirik. Və burada bir məsələ nümunəsi verib ki, birinci şkafda 52 kitab, ikincidə isə bundan 4 ədəd çox kitab var. İkinci şkafda neçə kitab var? Məsələdə söhbət nə barədədir? Ümumiyyətlə, şagird də öz-özünə sual verməlidir ki, məsələdə nədən gedir söhbət? Tutaq ki, nə bilim, mağazadakı meyvə şirəsindən gedir, süddən gedir söhbət, ağacdan gedir, kitabdan gedir. Burada söhbət nədən gedir? Daha sonra nədən danışılırsa haqqında danışılan barədə, bu varlıq haqqında bizə nə məlumdur, nəyi veriblər, nə bilirik, məsələni oxuyandan sonra hansı məlumatımız var və nəyi tapmaq tələb olunur bizdən. Şagird özü-özünə bu sualları verməsə, təbii ki, məsələni həll edə bilməz. Başa düşülməyən və burada çərçivədə qeyd olunub ki, ola bilər ki, məsələnin mətnində şagirdə tanış olmayan bir söz, bir ifadə var. Mütləq müəllim, əgər belə məsələlər qarşısına çıxarsa, bu sözləri izah etməlidir, unutmayın. Mətnli məsələlərin həlli mərhələləri, məsələlərin təhlili.
Təhlil necə olur? Deyirik, təhlil edirik. Açar sözlərin və ədədi məlumatların seçilib ayrılması, qeyd etdiyimiz kimi verilənlər arasında əlaqənin qurulması və bunlar gəlib çıxır qısa yazılışın tərtib edilməsinə və layihədə çox qəşəng qısa yazılışlar tərtib olunur məsələlərə aid və şagirdlərdən də bunu istəyirlər və demək olar ki, hər dərsdə məsələlərin bu şəkildə açıq şəkildə yazılışını istəyirlər, daha doğrusu qısa yazılışını istəyirlər tərtib olunmasını və şagirdlər bütün məsələləri bu yolla həll edirlər. Bu əslində şagirdin beynində məsələni bir daha strukturlaşdırır, bir daha nə bilim anlamasına kömək olur, məlumatları qısaltmaq bacarığını formalaşdırır. Qısaldandan sonra o məlumatlar, o verilənlər onun gözünün önündə canlanır. Bunu daha yaxşı dərk edir. Və məsələn, mən nəyi bəyənirəm burada? Bax, bu oxunan əvvəlki məlumata qayıtmağını. Məsələn, biz deyirik, bundan sözü olanda şagirdlərə belə izah edirik də, deyirik ki, bu varsa əvvəlki məlumata qayıdırıq, özündən əvvəlkinə qayıdırıq. Bu oxun da olmasını mən çox bəyənirəm ki, oxla belə göstərir ki, biz bura qayıdırıq da. Məsələn, baxın, birinci şkafda 16 kitab, ikinci şkafda isə bilmirik nə qədər kitab var, sual kitab, bilmirik, sual işarəsidir. Amma həm də ipucusu var burada. Bundan 4 kitab çox və bundan da bizi aparır oxa. Yəni 16-dan 4 kitab çox. Belə bir yazılış şagirdə məsələnin daha yaxşı anlamağa, qavramağa kömək eləyir. Və burada qeyd olunub ki, birinci sinifdə bəzən şəkillərdən də, belə qısa yazılış üçün şəkillərdən də istifadə olunur. Deyir ki, bəzən bu iki üsul birləşdirilir və ya növbələndirilir. Yəni, qısa yazılış və yaxud şəkillərlə göstərmə, bəzən ikisindən də istifadə olunur, bəzən isə ya qısa yazılış ya da şəkillə ifadə etmə. Məsələnin açar sözlərinə gəldik. Açar sözlər deyəndə şagirdlərə nəyi biz nəzərlərinə çatdırmalı ki, nəyin üzərində dursunlar məsələnin içərisində. Məsələn, cəmi, qaldı, gəldi və s. belə sözlərin üzərində dayanmalarını tövsiyə etməlidirlər müəllimlər. Burada da artıq bayaqki məsələdir, yenə həllini də verib artıq burada bizə. İndikator sözlər, açar sözlər, yəni məsələdə hansı sözlərə baxacaqlar, toplama aid məsələdə cəmi, oldu, birlikdə, ümumilikdə, üzərinə gəldilər, əlavə etdilər, alındı, artdı, üstəgəl və daha qoşuldular, tamamladılar, gəldilər, gətirdilər, yenə alındı və s. Bu toplamaya aid əmələ işarə edən indikator sözlərdir. Qaldı, dənə az oldu, çıxdılar, çıxıldı, götürdülər, azaldı, çıx, itirdilər, satdılar, xərclədilər, getdilər, apardılar, yedilər və s. Bunlar isə çıxmaya aid indikator sözlərdir. Yəni, şagirdin qarşısına birinci sütundakı sözlər çıxanda bilməlidir ki, burada toplama əməlindən istifadə edəcək. İkinci sütundakı sözlər çıxanda bilməlidir ki, o çıxma əməlindən istifadə edəcək. Təbii ki, şagird bunu əzbəriyyəsi deyil. Sadəcə praktikada qarşısına çıxdıqca düşünür ki, hə, satıblarsa azalıb, xərcləyiblərsə azalıb, çıxıblarsa azalıb və s. Və biz ipucu olaraq nə verə bilərik şagirdlərə? Nə verə bilərik? Yəni, o uşaqlar adətən bunlar feillərdir də, çıxıldı, götürdü, azaldı, alındı, artdı və s. Məsələlərdə cümlənin sonuna, indi ola birinci siniflərdə deyirik ki, nöqtənin yanındakı sözə diqqət edin. Görün, nə yazılıb burada? Nöqtənin yanındakı söz sizə açar sözdür, sizə istiqamət verən sözdür. Görün, orada nə deyir? Aparıb deyir, gətirib deyir, çıxıb deyib, alır deyir, verir deyir, nə deyir? Bax, o sözlərə diqqət edin. İndi artıq ikinci tapşırığımıza baxırıq. Hər bir məsələ üçün zəruri hesab əməlini göstərən sözləri müəyyənləşdirin və hansı əməli yerinə yetirmək lazım olduğunu göstərin. Sonra bu sözləri birinci sinif şagirdlərinə necə izah etməyi təklif edin. Deməli, nə edirik? İndi burada hər məsələni bir müəllim edəcək. Əvvəlcə həmin o indikator sözləri deyəcək ki, bu məsələdə indikator söz budur. Daha sonra isə birinci sinif şagirdlərinə izah edilmiş kimi izah edəcək. Çünki biz də burada görək ki, necə izah etməliyik ki, müəllimlərin izahından təlim vaxtında siz tutuşdurasınız ki, sizin müəllimləriniz də mi belə izah etdilər, yoxsa fərqli izah etdilər?
Zəhmət olmasa kim izah eləyə birincini? Jalə müəllim etməsin, çünki o artıq edib. Birinci tapşırığımızı Jalə müəllim edib. Digər müəllimlər də zəhmət olmasa müəllimlər. Mən sizi görmürəm. Kim edə bilirsə mikrofonunu açsın, birinci tapşırığı izah etsin. Edə bilirsə demiş, hamımız edə bilərik. Sadəcə kimdə alınırsa, mikrofonunu aça bilirsə, yəni olduğu ortam buna icazə verirsə, açsın mikrofonunu izah eləsin. Deyə bilərəm Fərdə müəllimə. Aynurə müəllimədir. Bəli. Buyurun Aynurə müəllimə, birincini izah eləyin. Aha, Əlinin 5 alması var idi. O 2 almanı yedi. Əlinin neçə alması qaldı? Burada indikator sözlər var idi, yedi, qaldı. Bunu izah eləmək üçün məsələn sxemlə göstərə bilərik ki, dairələrlə 5 alma var idi, ikisini 7 üstünə xətt çəkə bilər, qaldı neçə? Sonra şərtində yaza bilərik ki, var idi 5 alma, 7 2 alma, qaldı sual alma. Siz baxın bunun həllini göstərdiniz də. Yəni şagirdlərə beləmi izah edəcəksiniz? Baxın, axı siz elə izah etməlisiniz ki, onlar özü həll eləsin. Siz bizə həllini dediniz. Hə, necə izah eləyərik? Biz çöplərini izah eləyərik ki, var idi 5 alma, uşaqlar özləri 5 alma 5 çöp göstərirlər. Oradan ikisini 7 ayrılırlar, qaldı tapmaq olar, necə tapmaq olar? Əllərində qalan çöp artıq qalanı göstərir. Qalanın qaldığını göstərir. Bəs sonra bunu yəni onlar bilməlidirlər ki, yazmalıdırlarmı bunu? Düzdür. İndi şifahi şəkildə bunu həll etdilər. Bəs yazısı? Şərtini yazacağıq. Necə var idi? Deyir ki, baxırıq cümlənin sonundakı o indikator sözləri var idi. 5 alma, 7-2 alma, qaldı sual alma. Planını qururuq. Ondan sonra da həllini eləyirik. Amma sxemini də elə çəkmək lazımdır ki, sxemini də çəkib yəni görsünlər. Və çox sağ olun Aynurə müəllimə, təşəkkür edirəm. Siz sağ olun Fərqə xanım. Sizdən xahişim budur ki, bütün təlimçilərdən baxın, müəllimlərə yəni bunun vacibliyini vurğulayın. Çünki ola bilər ki, onlar düşünərlər ki, dərs vaxtıda indi materialda verilir. Bəzən biz onların yanında deyilik də, özləri öz Allahları ilə keçirlər. İndi kim nətər keçirsə, indi ola bilər ki, bəziləri doğrudan da %100 proqramı əməl eləyir, amma ola bilər ki, bəzi düşünür ki, birinci sinifdə nə lazımdır bu məsələni açıq şəkildə yazmaq, həll elətdirir. Yəni siz vurğulayın təlim zamanı ki, mütləq düşünməyin ki, birinci sinifdə hələ bunlara tezdir. Mütləq necə verirsə, yəni o qısaldılmış forma var, qısa şəkildə tərtib. Mütləq o hissəyə uysunlar, əməl eləsinlər. Çünki layihədə monitorinqlər keçirilir və monitorinqlərdə siz də yoxlamısınız da materialları görürsünüz ki, məsələlər hamısı belə qısa şəkildə yazılış var. Heç bir məsələ orada qapalı deyil. Hamısı açıq şəkildə orada verilib, yer verilib. Uşaq özü qısa şəkildə yazılışı yazmalıdır, sonra da onu həll eləməlidir. Ona görə birinci sinifdən bu bacarıq şagirdlərdə formalaşmalıdır. Əgər bir müəllim birinci sinifdə boşluq yaratsa, düşünsə ki, yox, hələ bu tezdir, hələ bu məsələni neynirək, belə yazıb, vaxtım gedir, lazım deyil. İkinci sinifdə artıq onun üçün gecə olacaq. Bəlkə elə birinci sinifin sonunda bir monitorinq təşkil elədilər. O zaman müəllimin uşaqları da yaxşı nəticə göstərməyəcək. Ona görə də elə ilk başdan vurğulayın ki, mütləq bu qısa yazılışla eləyin. Məsələləri necə deyirsə sizdə, dərsinizdə, metodikinizdə, sizdən necə istəyirlərsə məsələləri o şəkildə həll elətdirin. Çünki bəzən olur da, hər müəllimin, indi illərin müəllimləri də hərəsinin öz metodikası var, üsulu var. Yəni, bu vaxta qədər layihədə olmayıblar, indi bunlar birinci sinif müəllimlərdirlər də. Bəlkə öz yolları, üsulları var, düşünürlər ki, yox, mən elə bu yolla öyrətmişəm, bu yol asandır, belə eləsələr daha yaxşı olar, ona qaçmasınlar. Yəni, onlara nə deyirlərsə onu eləsinlər. Bu vacibdir, istəyirsiniz özünüzdə qeyd eləyin ki, bunu mütləq təlim vaxtı vurğulayın onlara. Qısa şəkildə yazılış mütləqdir birinci sinifdən və bu vərdiş onlarda aşılanmalıdır uşaqlarda. İkinci məsələni kim izah edər?
Müəllimlər kimi izah eləyər ikincini? Mən buranı bağlayım, gəlim ora pəncərəyə görüm orada kim var, kim yox. Yaxşı, qoy gəlim. Aytən müəllimə, ikinci məsələni izah edə bilərsiniz? Mikrofonunuzu aça bilirsiniz. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. Bir Buyurun. dənə zəhmət olmasa ekrana. Hə. Ə, Demək, Lalənin 3 karandaşı var idi. Ona daha 4 karandaş hədiyyə etdilər. Lalənin neçə karandaşı oldu? Qısa sözlər yazmalıyıq da. Var idi 3 karandaş. Hədiyyə etdilər. Tire qoyuruq 4 karandaş. Oldu sual karandaş. Və bunu şəkillə də çəkə bilərik. 3, 4 sxem şəklində göstərə bilərik və sual işarəsi qoyarıq. Daha yaxşı başa düşmək üçün. Burada da şagirdlər müəyyən edirlər ki, Lalənin karandaşlarının sayı artıb. Deməli, toplama əməlini seçməliyik və həllini 3+4 yazırlar. Sonda da cavab Lalənin 7 karandaşı oldu. Bəs indikator sözlərə siz şagirdlərin diqqətini cəlb elədiniz? İndikator sözlər var idi, yəni belə Var idi. var idi sözü, nə qədər var idi, yəni bir də nə məlumdur məsələdə, ilk öncə onu soruşuruq, ədədlərə fikir verirlər. Yəni 3 karandaş, 4 karandaş, yəni barmaqları ilə də göstərə bilərlər bunları. Baxın, bizə deyir ki, indikator sözləri mütləq qeyd edin. Baxın, var idi sizin Var dediyiniz. idi. Şagird Hədiyyə etdilər, bəli, hədiyyə etdilər. bir də oldu. Oldu, bəli. Mütləq şagird bu sözləri vurğulamalısınız, müəllim vurğulamalıdır ilk mərhələlərdə ki, diqqətimizi çəkirib bura. Var idi, yəni onun varı idi. Hədiyyə ediblərsə ona nə olacaq? Artıq deməli. Bəli, artıb. Deməli, bu zaman biz hansı əməldən istifadə edəcəyik? Şagird artıq hədiyyə eləyiblərsə ona, düşünəcək ki, hədiyyə ediblərsə artıb. O zaman artırmaq üçün toplasaq artar, yoxsa çıxsaq artar? Təbii ki, toplasaq artar. Ona görə də biz əlimizdə verilənləri mütləq toplama əməli ilə daha doğrusu istifadə edərək məsələmizi həll etməliyik. Baxın, burada əsas, yəni görürsünüz, deyir ki, hesab əməlini, zəruri hesab əməlini göstərən sözləri müəyyənləşdirin, yəni o indikator sözlər. Əsas məqsəd odur. Biz ondan sonra da gəlib əmələ çıxaq. Çox sağ olun, Aytən müəllimə təşəkkür edirəm. Üçüncü məsələni kim izah edər müəllimlər? Deməli, burada da var idi, olmuşdu 7, bir də qaldı. Salam, Salam, kimdir danışan? İlhami müəllimdir. Hami müəllim, buyurun. Deməli, çəmənlikdə 6 qoyun otlayırdı, onlara daha 3 qoyun qoşuldu. İndi çəmənlikdə neçə qoyun var? Birinci nə məlumdur? 6 qoyun. Daha 3 qoyun da qoşuldu. Qoşuldu sözünü uşaqlardan soruşuq nə ilə əvəz eləyə bilərik? Yəni, gəldi, əlavə olundu. Hansı sözdən, bu sözləri hansı əməllə ifadə eləyə bilirik? Toplama ilə. Deməli, eləməliyik, toplayacaq və indi çəmənlikdə neçə qoyun var? Var, yoxsa oldu? Orada sual dəyişmək olar da, düzdür? Yoxsa elə doğrudur? İndi çəmənlikdə neçə qoyun var? Qoşulandan sonra soruşur da, hal-hazırda. Axı, indi yazıb. Hə, indi nə qədər oldu? Tamam. Deməli, qoşuldu sözü ilə uşaqlar tapacaq ki, toplamaq lazımdır. Açar sözümüz qoşuldudur. Açar sözümüz qoşuldudur. Ən sonda soruşur ki, neçə qoyun var? Sualımızdır. Əvvəldə də, birinci cümlədə açar söz olaraq Var idi 6 qoyun. çəmənlikdə 6 qoyun otlayırdı. Hə, otlayırdı yazıb, var idi də əvəz etmək olar bunu. Yəni, otlayırdı, var idi. Qoşuldu, artdı. Çox sağ olun İlhamə müəllimə. Bəli, qoşulubsa, belə əlaqələndiririk ki, qoşulubsa azalacaq, artacaq. Qoşulubsa, təbii ki, artacaq. Hətta biz, məsələn,
Sinifdəki uşaqların sayı ilə də əlaqələndirə bilərik. Deyərik ki, məsələn, tənəffüsdə siz ikiniz, üçünüz söhbət edirdiniz, digər 2 nəfər də gəldi sizin yanınıza qoşuldu. Qoşulubsa nə edəcəyik? Yəni özləri ilə də əlaqələndirə bilərik. Çox sağ olun, təşəkkür edirəm. 4-cü məsələni kim izah edər? Tamam Fərdə xanım, izah edə bilərəm mən. Axşamınız xeyir, Qumru müəllimə sizsiz. Bəli, Fərdə xanım. Buyurun. Fərdə xanım, daha keçməmişdən qabaq siz indikator dediniz bayaq da Həmən müəllim açar söz. Mən də adətən indikator yox, açar söz istifadə edirəm. Bunu uşaqlara o şəkildə demək lazımdır, düzdürmü? Açar sözlər seçək. İndikator desək zaten onlar bilməzi, balacadılar indikator. Açar söz daha yaxşıdır, bəli. Sonra bir dənə də bir şey deyim. Demək, burada bizim təlimdə məsələlər bu hamısı şərt deyilik, cümlə-cümlə. Onlar hamısı addım-addım ekranda görsənir. Yəni fikir baxmısınız yoxsa yox. İndi təlim zamanı müəllimlərdən soruşuram. Biz deyirik ki, bunlara fikir versinlər, yazsınlar. Məsələn, şərtin yazında belə yazsınlar. Amma onlar ən çox indi həmən bu şərti ekranda görürlər. Məsələn, sual verə bilərlər ki, müəllimə biz axı onu yazdırmırıq uşaqlara, ancaq görürlər. Hazır şəkildə ekranda görsənir. Hazır şəkildə Evet, görünür, Qumru müəllimə. Amma uşaqlar o cavabı açası deyirlər axı. Onlar bu məsələni həll edəndən sonra klikləyirlər, hazır cavablarla tutuşdururlar da. Məsələn, tutaq ki, var idi, yedi, sonra onlar tərtibatı tutaq ki, qısa şəkildə yazılışı edəndən sonra müəllim açıb qısa yazılışı göstərməlidir də. Oradakı məsələn yazdıq belə, bura nə Digər qoyduq? lövhədə yazmalıdır deyirsiniz, düzdür? Başqa bir lövhədə qısa şəkil uşaqlarla bərabər yazılmalıdır. Sonra slaytı Sonra da yükləməlidir, slaytdan tutuşdura bilər. durmalıdır. Bəli, bəli. Aydındır. Sonra Tamam. məsələnin cavabını da elə. Məsələn, orada addımlarla olur da, klikləyirlər, həlli açılır. Yəni həll edəndən sonra klikləyirik. Hə, gəlin baxaq, doğrudan da düz həll eləmişik. Tutuşdura bilərlər. Aydındır. Fərdə müəllimə, üzr istəyirəm, Qumru müəlliməyə bir də əlavə edeyim. Sizin fikrinizə dəstək olaraq Qumru müəllimə, metodiki tövsiyədə hər mövzu üzrə deməli hansı slayddan sonra müəllim necə davranmalıdır, bütün tövsiyələr verilir. Məsələn, orada məsələni qeyd olunur ki, 7-ci slaydı təqdim edin, şagirdlər məsələ ilə tanış olsunlar, tutaq ki, məsələnin qısa şərtini müstəqil şəkildə yerinə yetirsinlər. Ondan sonra doğru cavabı şagirdlərə təqdim edin şəklində zaten metodiki tövsiyədə də bildirirlər. Elə Fərdə müəllimin dediyi kimi, orada yönəldə bilərsiniz. Metodiki tövsiyədə də cümlə-bə-cümlə yazılar təsəvvür edin. Bir dəfə müəllimə yoldaşımız var, bizim layihədə onunla baxdıq. Yəni çox gözəl faydalansalar, yəni hər slayda nə etmək olduqları belə qeyd olunur. Bizdə məsələn müəllimə bəzən bilirik, həmin slaydı açıb, ola bilər əlavə lövhəsi yoxdur. Uşaqdan geri dönüş aldım, müstəqil şəkildə işlədikdən sonra bəzən olur ki, elə həmin slaydın üzərində də növbəti cavabı açmadan kiçik-kiçik əgər addımları yazırlarsa, elə həmin slaydın üzərində də markerlə yazırlar bəzən. Aha, əla. Yox, mən müəllimə yoldaşımda görmüşdüm ki, o şikayət edirdi ki, bəs hazır şəkildə uşaqlara verilirdi addım-addım. Birbaşa verilmir müəllimə. Pillə-pillə də, yəqin ki, çoxu Pillə-pillə, gəlir, toxunur, bəli, ona görə addım-addım. cavab gəlir. Hə, birbaşa vermir. O klikləməsə o cavab görünməz axı orada. Bəli, eyni şey deyirik, bəli, addım-addım. Bir klikledikcə. Yəqin ola bilsin ki, o açıb, sonra da klikləyib, görüb ki, cavablar gəldi. Düşünüb ki, daha bu cavabları bura qoyublarsa, mən uşaqlara niyə elətdirməliyəm? Yəqin elə düşünüb bu, ki, hazır cavabı veribsə. Əslində, bəli, Ayşin müəllimin dediyi kimi, müəllimlərə o metodikdə çox gözəl addım-addım, necə ki, bizim metodikimizdə verirlər, hamısını addım-addım, doğrusunu, yanlışını, onlara da elə o şəkildə hazır verilir. Əslində, inanırsınız müəllimlər, bu çox böyük bir əməkdir, çox böyük bir komanda işidir. Sadəcə müəllimlər bəziləri qiymətləndirirlər, dəyərləndirirlər, amma bəziləri, yəni keçən ilki o son dərsimiz bir daha onlara sübut elədi ki, baxın görün, bu əmək nə boyda əmək sərf olunur da sizə verilən materialda, nə boyda əziyyət var, nə boyda nə bilim əmək var. Bununla belə yenə də yəni narazılıq eləyənlər var, təəssüf ki. Düzdür, azdır, amma az olsa da yenə var. Get-gedə azalır. Fərdə xanım, dediyim odur ki, yəni həmin testləri biz yoxlayanda da gördük ki, mütləq uşaqlardan tələb olunur ki, qısa şərh yazılsın. Bəli. Yəni müəllimlər bəhanə gətirməsinlər ki, orada hazırdan lazımsa dəftərdə yazdırsınlar, ikinci bir lövhədə də yazsınlar, uşaqlara göstərsinlər, yazsın deyəndə uşaqlarla bərabər açar sözlərdən istifadə etməklə qısa şərti.
Bəli. Müəllim, baxın, yaxşı ki, siz dediniz, indi əslində ola bilər ki, digər müəllimlərə də belə sual gələ bilər. İndi məsələ həllindən danışılacaq bu təlimdə. Ola bilər desin ki, bəli, siz deyirsiniz, amma orada hazır şəkildə verib. Ola bilər hansısa müəllim elə sizə deyən müəllim kimi baxmır və metodik vəsaitə baxmır, düşünür Vacib ki, bir hə, bilgi hazır, verir, hə. bəli. Ona Bəli, görə bəli. də deməyiniz yaxşıdır ki, müəllimlər də, təlimçilər də bir daha yəni hazırlıqlı oldular bu situasiyaya ki, desələr, deyirik ki, bəli, burada var, amma həldən sonra siz bunu klikləyib göstərməlisiniz və tutuşturmalısınız, müzakirə eləməlisiniz. Şagirdlərin tapdığı cavabla doğru cavabı. Demək, Əminənin 8 konfeti var idi. O 3 konfeti rəfiqəsinə verdi. Əminənin neçə konfeti qaldı? Digər müəllimlərin dediyi kimi açar sözlər diqqət yetiririk burada. Sonra vurğulayırıq hansılar olduğunu altına xətt çəkərək. Sonra verdi sözünə daha çox diqqət yetiririk. Çünki burada konfetlərin sayını çoxaldır. Verdi sözündən biz hansı əməldən istifadə edəcəyimizi uşaqlardan ala bilərik. Daha sonra qısa Verdidən bir əvvəl, bəs verdidən əvvəl. o 3 konfeti rəfiqəsinə verdi. Var idi. Aha, Heç onlar var dedi idi. dedim, Var ümumi var idi, dedim. Aha. Və bəli qaldı. Tamam. Və bu üçün deyəndən sonra və mən özüm də ədədləri dairəyə alıram. Uşaqlar da deyim, gözümüzdən qaçmasın deyə. Mütləq ədədləri dairəyə alın. Onu da demək olar. Daha sonra isə verdi üzərində dayanırıq. Hansı əməldən məsələn yazarkən hansı əməldən istifadə edəcəyimizi bu sözlə ortaya çıxır. Sonra qısa şərti, həlli və nəhayət yoxlanması, cavabı, məsələn bütün mərhələni yerinə yetiririk uşaqlarla bərabər. Tamam, təşəkkür edirəm Qumru müəllimə. Çox sağ olun. Davam eləyək. Qısa yazılış. Qısa yazılışın məzmunu obyektlər, bircə dəqiqə mən qələmi qoyum yerinə. Deməli, obyektlər, əşyalar birinci qısa yazılışda, yəni nədən gedir söhbət? Hansı varlıqdan bəhs olunur bu məsələdə? Obyektlər, əşyalar, sonra onların ədədi qiymətləri vurğulanmalıdır. Adlar və ya kəmiyyətlər, kəmiyyətlər arasındakı nisbət, axtarılan kəmiyyət. Ən sonda da axtarılan kəmiyyət və belə bir məsələ nümunəsi verilib bizdə. Dairəvi akvarium 15 litr su, kub formalı akvarium isə bundan 3 litr çox su tutur. Kub formalı akvarium nə qədər su tutur? Dairəvi akvarium 15 litr, kub şəkilli akvarium sual litr, bundan 3 litr çox, gedirik yenə oxunan 15-in üzərinə ki, bundan 3 litr çox, həllini veriblər və cavabını veriblər. Bir neçə əməli nəzərdə tutulan məsələnin qısa yazılış nümunəsini nəzərdən keçirək. Burada artıq bir neçə əməl var. Bu məsələ bizə tanışdır bir neçə dəfə daha doğrusu olub təlimlərdə. Aynur 14 sinif yoldaşından sevimli fəsilləri soruşur. Sorğunun nəticəsini də diaqram şəklində təqdim eləyir. 2 sinif yoldaşı payızı xoşlayır, 3 sinif yoldaşı yazı xoşlayır. Qışı xoşlayanlar isə payızı xoşlayanların sayı qədərdir. Qalanlar da yay fəslini söyləyirlər. Neçə uşaq yay fəslini söylədi və belə bir qısa yazılış verib. Payızı 2 sinif yoldaşı, yazı 3 sinif yoldaşı, qışı 2 sinif yoldaşı, çünki payız qədərdir də. Yay isə sual sinif yoldaşı, cəmi 14 sinif yoldaşı. Əslində müəllimlər, baxın, burada mən özüm bu qərarı düşündüm ki, belə olsa daha yaxşı olar, materialın tanış olanda. Bu var cəmi 14 sinif yoldaşı. Mən düşünürəm ki, bu tapşırıqdakı verilənlər əvəzinə, baxın, elə burada bu 4 dənəni yayı da bura işarə eləyərək, məsələn, hamısını elədik. Yaya sual sinif yoldaşı, bura yazaq 14. Yəni, bunlar hamısı bir yerdə 14-dür də. Payız, yay. Bunu şagird sxemlə görəndə daha yaxşı görür ki, yəni cəmi 14 sinif yoldaşını buradan yazsaq, burada da qeyd etsək ki, bunlar hamısı bir yerdə 14-dür. Payız, yaz, qış, yay 14-dür. Payız 2-dir, yaz 3-dür, qış 2-dir. Bəs yay neçədir? Hamısı 14-dürsə, belə daha yaxşı olar, anlayırlar. Çünki təcrübədə də belədir. Bəzən uşaqlar hansı ki, o aşağı öyrənmə bacarıqlı uşaqlarımız məsələni eləyə bilməyəndə, belə bir sxemlə təqdim eləyən kimi, o saat deyirlər ki, hə, bundan bunu çıxaq, sonra bunu çıxaq, bunu çıxaq və yaxud deyirlər ki, bunları toplayaq, bundan çıxaq.
Belə daha yaxşı mənimsəklər olar. Bilmirəm, indi siz də mənim fikrimlə razılaşarsınız, yoxsa yox. Belə də eləyə bilərik, yəni. Cəmi 14 sinif yoldaşı. Təbii ki, burada da yazsaq, burada da qeyd eləsək daha yaxşı mənimsəyərlər. Diqqət yetirin ki, qısa yazılışda kəlmələr arasındakı əlaqəni ifadə etmək heç də bütün məsələlərdə mümkün deyildir. Belə bir qeyd eləyiblər burada. Sonra müqayisə məsələləri və burada qeyd ediblər ki, hətta müqayisə məsələlərinin belə qısa yazılışını biz verə bilərik də. Məsələn, Samir daha çox hissəsi olan puzzle almaq istəyir. Hansı qutunu almalıdır? Şəkillə verib. Birində 23, birində 32 və bunu da qısa yazılış kimi birinci qutu 23 element, ikinci qutu 32 element, hansı qutuda hissə daha çoxdur, həllini də bu şəkildə edə bilər. Yəni, müəllim deməsin ki, müqayisədir də, müqayisəyə nə qısa həll, ona da qısa həll verə bilər. Müəllim etməlidir daha doğrusu. Verə bilər, yox, eləməlidir. Bu da müqayisə məsələsi. Bir əməllə həll olunan məsələnin ümumi tərtibat qaydası. Yəni, burada bilirsiniz nəyə diqqəti cəlb edir? Həldən sonra, məsələn, mötərizənin içərisində ad göstərilməsinə diqqəti qeyd eləyir. Cavabda mütləq ad göstərilməsinə. Məsələn, sərnişindən danışılırsa, bəzən uşaqlar nə edirlər? Cavab 7 və salam. Yanında heç nə yazmırlar. Və yaxud bu tapdıqları, əslində bu mötərizədə yazılan məlumat çox önəmlidir. Yəni, tapıb 7. Bu 7 nə? Bəzən uşaq olur, məsələni həll eləyir, bəzi bir yerində ilişir. Soruşursan ki, bu tapdığın nədir? Durur, düşünür. Mütləq, bu artıq mötərizədə yazası olanda, o düşünür ki, hə, mən 7 tapmışam. Bu 7 nəyi göstərir? Nəyin sayıdır? Adamların sayıdır, almaların sayıdır, nə bilim, vidrələrin sayıdır, nəyin sayıdır? Mütləq bir daha fərqinə varır ki, mən nəyi tapmışam, əlimdə nə var? Məsələn, 2 addımlı məsələdə adətən mütləq bilməlidir ki, nə tapmışam və bəzən olur ki, gedib 7-dən çıxmalıdır, gedir ondan çıxır. Nə bilim, adamların sayından adamın sayını çıxasıdır, gedir, tutaq ki, avtobusun sayından adamın sayını çıxır. Ona görə də mütləq bu mötərizədə ad göstərilməsi önəmli məqamdır. Buna da müəllimlərin diqqətini cəlb eləyərsiniz. Cavab da ki, bəli də, cavab da mütləq haqqında danışılan qeyd olmalıdır. Bəzən hətta mən əvvəllər, indi daha demirəm, əvvəllər hətta uşaqlara mən deyirdim ki, belə, avtobusda neçə sərnişin qaldı, siz götürün bunu belə yazın. Avtobusda tapdığınızda qoyun yerinə 7 sərnişin qaldı. Belə uzun cavab istəyirdim, amma indi yox, indi daha bilirəm ki, haqqında danışılanı yazsaz kifayət edir. Çünki uşaqlar heç yazmağa meyilli deyirlər. Elə deyirlər ki, çox az olsun yazı, oxumaq çox az olsun, yazmaq çox az olsun. Çox tez belə, nə bilim, yorulurlar, istəmirlər. 2 əməllə həll olunan mətinli məsələlərin ümumi tərtibat qaydaları. Burada baxın, bir əməlli idi. İndi 2 əməlli də diqqəti cəlb eləyir ki, burada baxın, deyir ki, birinci addımda sinif yoldaşı qeyd eləyib. Hətta burada izahı yazıb ki, yayı seçməyə sinif yoldaşı. Yəni, bu sinif yoldaşının sayını göstərir. Hansı sinif yoldaşını? Yayı seçməyənlərdir də. O zaman yerdə qalanlar da olacaq, elə yayı seçənlər. Bax, belə, bu şəkildə də qeyd eləyə bilərlər 2 əməllinin yanında, hətta yəni uzun cümlə ilə belə izahını verə bilərlər. Qısa yazılışla işə dair tövsiyələr verib daha sonra bizə tədricən öyrətmək. Qısa yazılışın birlikdə tərtib edilməsindən başlayın. Vurğulamışdım mən də ki, mütləq bir yerdə, müəllimlə bir yerdə tərtibdən başlamalıdır. Tədricən şagirdlərin sərbəst işinə keçid edin. Təbii ki, ola birinci siniflər. İlk başdan hə, müəllim dərsi keçdi, izah elədi, açdı bir məsələni göstərdi, deyir ki, hə, uşaqlar, vəssalam, bundan sonra siz də belə eləyərsiniz, bu olmaz, təbii ki, onlar eləyə bilməz. Eləyərik, sinifdə bir 5 şagird, 7 şagird, amma digərləri çətinlik çəkəcək. Ona görə də mütləq ilk mərhələlərdə birlikdə qısa yazılış tərtib edilməlidir, demək, mütəmadi olaraq ki, onlar öyrəşsinlər. Anlamanın yoxlanılması, şagirdlərə onların niyə məhz bu yazılış üsulunu seçdiklərini müzakirə edin. Bütün verilənlərin nəzərə alınıb alınmadığını və ya sualın düzgün xülasə edilib edilmədiyini dəqiqləşdirin. Bəzən olar ki, məsələn, bir neçə verilən varsa, məsələn, bayaq ki, görürsünüz, burada bir neçə verilən var. Ola bilər ki, bəzi veriləni qısa yazılışda uşaq unudub. Ona görə də özlərinə də deməliyik ki, biz yəni artıq qısa yazılışı seçəndən sonra
tərtib eləyəndən sonra bir daha nəzər salın. Baxın, görün verilənlərin hamısını qeyd etmisinizmi? Ola bilər ki, nəyisə unutmusunuz və yaxud sualı doğru qoymusunuzmu? Bunu dəqiqləşdirin. Məsələn, deməli, birinci tədricən öyrətmə, yəni müəllimlə birlikdə, daha sonra anlamanın yoxlanması, ikinci, məsələ həlli ilə əlaqə, məsələnin həlli ilə əlaqə, qısa yazılışın əsasında həll planını necə tərtib etmək mümkün olduğunu göstərin, qısa yazılışı riyazi əməllərlə əlaqələndirin. Yəni, orada da artıq yenə də açar sözlərə gedirik də, indikatorlara ki, var idi, getdi və yaxud var idi, gəldi, hədiyyə etdilər və s. Bunlarla əlaqələndirilməlidir qısa yazılışın üzərində də. Səhvlərin təhlili üçün qısa yazılışdan istifadə. Bəzən əgər şagird səhv eləyibsə, tutaq ki, qaldı idi, o götürüb toplayıbsa, müəllim yenə gedir qısa yazılışa. Deyir ki, bax, burada yazmışdın ki, var idi, apardılar, neçəsi qaldı, aparıblarsa, yəni sən nə etməliydin? O qısa səhvlər eləyəndə də mütləq artıq müəllim qısa yazılışa istinad edərək şagirdə səhvini göstərməlidir, oradan ipucu verərək. Deyir ki, səhvlərin yanlış tərtibatı və ya anlaşılması ilə əlaqəli olub-olmadığını müəyyənləşdirin. Ola bilər ki, verilənləri aid qısa yazılışı səhv tərtib edib uşaq. Məsələn, ola bilər ki, hər hansı bir ədəddir 5 əvəzinə qısa yazılışda götürüb, məsələnin şərtində 5 imiş, qısa yazanda götürüb 6 eləyib. Nə bilim, və yaxud 2 imiş, 2-nin əvəzinə götürüb 3 yazıb. Və şərtə baxmayıb da, artıq qısa yazılışa baxıb həll eləyib və bu da gəlib onun əməlində səhvliyə gəlib səbəb olur da. 5-in əvəzinə 6 yazıbsa, deməli onun nəticəsi də bir vahid artıq olacaq. Yəni bunu burada demək istəyir ki, ola bilər uşaq yanlış əməl seçib səhv həll eləyib və yaxud ola bilər ki, tərtibatla əlaqəli səhvdir. Şərtdən qısa yazılışa düzgün köçürmür. Buna da diqqət etməlidir müəllimlər. Məsələnin həlli mərhələsi. Yenə də həmin məsələdir. 16 kitab, bundan 4 kitab çox. Burada sual olaraq ikinci şkafdakı kitabların sayını necə tapmaq olar? Hansı ifadəni tərtib edəcəyik? Yenə də burada elə müəllimin izahına dair nümunələr verib. Cavabların yoxlanması və xülasə edilməsi. Cavabların yoxlanması, yəni uzun-uzadı yoxlama eləməsə belə, şagird bir düşünüb bir yoxlama eləməlidir. Bilirsiniz, burada nəyə işarə edir müəllimlər? Məsələn, tutaq ki, birinci şkafda 16 kitab var idi və şərtdə deyir ki, ikinci şkafdakı kitab bundan çoxdur da. Və şagird bir aldığı ədədə baxmalıdır ki, 20 almışam da mən. 20 16-dan çoxdurmu? Bir düşünməlidir. Yoxlama deyəndə demir, mütləq nəyisə toplama eləmisənsə çıxma ilə yoxla, çıxma eləmisənsə toplama ilə yoxla. Yəni, əsaslı yoxlamadan getmir də söhbət. Yəni, bunun özü belə bir yoxlamadır ki, uşaq düşünsə ki, hə, 16 idi, bu birisi də çox olmalıydı, mən görüm çox ədəd almışam, yəni 20-16-dan çoxdurmu? Belə, yəni bu üsulla belə özünü yoxlaya bilər. Əgər bu 16 idi, götürüb çıxma əvəzinə, toplama əvəzinə çıxma eləsə götürüb 12 alacaq da uşaq. Yəni sonda aldığı ədəd 12-dir. Bir düşünməlidir ki, ikinci şkaf çox idi da, birinci 16 idi, ikinci də çox olmalıydı, amma 12 olub. Yəni ola bilərmi ki, 16-dan çox olsun, bu da 12 olsun. Bax, yoxlama deyəndə bu yoxlamadan gedir söhbət ki, uşaq yəni belə bir yoxlama da eləyə bilər, özü-özünü yoxlayar ki, hə, görüm aldığım cavab uyğundurmu? Bu belə, burada artıq platforma tapşırıqlarına çatırıq. Bu da müəllimlər təlimdən sonra platforma tapşırıqlarını eləməlidirlər. Bu da refleksiya sualıdır. Birinci mövzumuzu bitirdik müəllimlər. Sualınız var birinci mövzuya aid. Varsa deyin, mən o birisini açalan qədər, yoxdursa o birisinə keçək. Bu 47-ci mövzuya keçməmişdən əvvəl sizdə burada bunu göstərmək istəyirəm. İndi siz də modullardan daxil olacaqsınız 47-yə. 47-yə, 45-ə daha doğrusu. 45-ə daxil olanda görəcəksiniz ki, burada metodik vəsait var, təqdimat var, bir dənə də burada fayl var. Bu fayl nədir? İndi mən bunu açmışam, burada sizə açıb göstərim. Ay, bu deyil. Bir dəqiqə, tapşırıq budur. Burada bir tapşırıq faylı var, amma siz görəcəksiniz ki, nə metodik vəsaitdə, nə də
təqdimatda buna toxunulmuyub. Nə üçün toxunulmuyub? Bu bir ev tapşırığı kimi veriləcək müəllimlərə. 45-ci dərsi bitirəndən sonra müəllimlər deyəcəksiniz ki, sizə bir ev tapşırığımız var və burada hər şey açıq-açıq yazılıb. Birinci sinif riyaziyyat dərsi üçün 10 dəqiqəlik fraqment hazırlayacaqlar. Burada nə etməlidirlər? Mövzunu göstərməlidirlər, məqsədi göstərməlidirlər, yəni təlim nəticəsini göstərməlidirlər mütləq. Daha sonra fraqmentin qısa strukturu, yəni bu hansı hissədir, dərsin hansı hissəsidir, motivasiya hissəsidirmi, yoxsa yeni mövzunun izahı hissəsidirmi, yoxsa anlamanın yoxlanılması hissəsidirmi, yəni hansı ki tətbiq hissəsidir də, artıq yeni dərsi izah eləyib, artıq praktik iş hissəsidir. Bu hissədirmi? Mütləq onu qeyd etməlidir müəllim. Sonra mütləq bunlardan birindən istifadə etməlidir, ya cütlərlə iş, ya qrup işi, ya da oyun. Yəni bir müəllim cüt işi eləyibsə, oyuna ehtiyac yoxdur və yaxud qrup işi eləyibsə, oyuna ehtiyac yoxdur və yaxud oyun eləyibsə, cütə ehtiyac yoxdur, qrupa ehtiyac yoxdur. Yəni üçündən birini mütləq eləməlidir, seçməlidir daha doğrusu və real həyatla əlaqələndirmə olmalıdır orada və o da bunlardan biri ola bilər. Alış-veriş ola bilər, şəhərlər arası yolla bağlı məsələlər ola bilər, məişətdə ölçməyə aid məsələlər ola bilər və yaxud ailə, məktəb vəziyyətlərinə aid məsələlər olar. Yəni situasiyalar şagirdlərə tanış situasiyaları götürməlidir də müəllim ki, uşaqlar bunu daha yaxşı mənimsəyirlər. Təqdimat forması deyir ki, qısa təqdimat şəklində təqdim edə bilərlər. Təqdimatda nə olacaq? Mövzu, məqsəd, fraqmentin gedişi, metod və ya üsul şagirdlər üçün real bir həyat tapşırığı. Deməli, mövzularını deyəcəklər ki, mən bu mövzunu götürmüşəm, məqsədim budur, məndə bu hissədir, məsələn, motivasiya hissəmdir, nə bilim, yeni mövzunun izahı hissəmdir, praktik iş hissəsidir, mən burada hansı metoddan, üsuldan istifadə eləmişəm. Məsələn, ola bilər ki, deyəsiniz ki, motivasiya hissəsində nə qrup işi eləsin ki, müəllim? Məsələn, burada var idi, sizə sual verərlər daha doğrusu. Deyərlər ki, müəllim, deyirsiniz ki, istədiyiniz hissəni götürün, bəlkə elə mən motivasiyanı götürmüşəm, cəlb etmə hissəsini götürmüşəm ilk girişdə. Orada mən nə qrup işi eləyəcəm? Əgər o hissəni götürübsə, təbii ki, bəli, orada qrup işi, cüt işi eləməz. Cüt işəsində nəsə bir sual verib eləyə bilər. Bu, müəllimin artıq yaradıcılığından asılıdır. Amma motivasiya götürübsə, bir oyun eləsin də. Bir oyun eləsin ki, motivasiyada bu oyundan şagirdləri cəlb eləsin. Bir 5 dəqiqəlik, 2 dəqiqəlik, 3 dəqiqəlik bir oyun götürsün. Motivasiya götürübsə. Amma məsələn, tapşırıq icra hissəsidirsə, qrup işi də götürə bilər, cütlə iş də götürə bilər. Bax belə, sonra metod və ya üsul dedik, şagirdlər üçün real bir həyat tapşırığı və seçdikləri tapşırığın içərisində mütləq həyatla əlaqəli tapşırıq olmalıdır. Bax, bu meyarlardan daha doğrusu biri. Məsələn, alış-verişdirmi, məsafədirmi, məişətdə ölçmədirmi, ailə ilə, məktəblə bağlı bir vəziyyətdirmi və s. Bax, belə. Aydındırmı ev tapşırığı müəllimlər? Ev tapşırığına dair sualınız varmı? Və deyə bilərlər ki, sizə bunu necə, nətər təqdim eləyək? Bax, mən həmişə müəllimlərimə belə deyirəm ki, müəllimlər, sizə necə rahatdır? PDF rahatdırsa PDF-də eləyin. Word rahatdırsa Word-də eləyin. Təqdimat slide show nədir? Google slide eləmək istəyirsiniz, Google. PowerPoint eləmək istəyirsiniz, PowerPoint eləyin. Adi vərəqdə əlinizlə, qələmlə yazmaq sizə rahatdırsa, adi A4-də yazın, şəklini çəkin və yaxud əyəni təlimə gələcəklərsə, vərəqdə yazın, deyin ki, baxın, mən vərəqdə yazmışam. Yetər ki, siz onu bizə izah eləyin, biz bilək ki, siz nə demək istəyirsiniz. Bax, bu bizə. Yəni, müəllimləri zorlamayaq ki, yox, mütləq gedib PowerPoint-da işləməlisiniz, mütləq gedib, nə bilim, təqdimat hazırlamalısınız. Kim necə istəyir, kimə necə rahatdır, kimə necə maraqlıdır, maraqlarına uyğun hazırlasınlar. Bunu da deyə bilərsiniz. Bu belə. Sual varmı? Sual yoxdursa, gedək 47-ci dərsə. Müəllimlər, bu tapşırıq sizdə faylı sizdə görünəcək. Yəni, hər biriniz zaten qovluqdan girirsiniz də, qovluqda görünəcək. Siz bunu müəllimlərlə də paylaşarsınız.
dərs fraqmentinin hazırlanmasını onlarla paylaşarsınız. İndi onlayn təlim olacaqda screenshot eləyib qrupa göndərə bilərsiniz. Sənəd şəklində və yaxud paylaşa bilərsiniz. Bilmirəm, amma sənəd şəklində paylaşsanız onlar da açılacaq, açılmayacaq. Amma belə screenshot eləyib bölüşə bilərsiniz. İkinci dərsimiz 10 dairəsində toplamadır. Toplama və çıxma daha doğrusu. Birinci onluq 10 dairəsindədir. Və burada müəllimlər mövzuların adını verib, mövzulara ayıran saatların miqdarını verib. Məsələn, ədəd üçlüyünə siz təlimdə belə izah edəcəksiniz də, ədəd üçlüyünə 3 saat verilir. Məqsədlər də budur. Məsələn, təlim məqsədi budur ki, şagirdlər 3 ədəddən ibarət qrupları tanımağı və tərtib etməyi, onların qarşılıqlı əlaqəsini başa düşməyi və bu üçlükləri ədədlərin toplanmasına və müqayisəsinə aid məsələlərin həllində istifadə etməyi öyrənəcəklər. Yəni, belə məqsədləri də vurğulayacaqsınız. Məsələn, əlavə etməyi, artırmağı 2 saatdır, bu da onun qarşısında məqsədi. Ədədlərin toplanması 3 saat ayrılıb, bu da onun məqsədi. Məsələlərə 3 saat ayrılıb, bunlar da onun məqsədi. Bunların hamısını ayrı-ayrılıqda oxuyacaqsınız. Mən indi oxumuram, çünki düşünürəm ki, buna ehtiyac yoxdur. Yenə davamı da, yenə ədəd oxu üzərində toplama, 3 toplamlı ifadələr, toplamanın üsulları, ümumiləşdirici məsələlər. Buna da yenə Müəllimə, bəli. mən dərsliyin birinci hissəsinə və ikinci hissəsinə baxdım. Siz 10 dairəsində ders toplama keçiblər. Onlar keçiblər oktyabr ayında hətta. Amma ikinci yarımilin ikinci hissəsində 20 dairəsində toplamadır. Bunun mümkün olar ayın 20-sinə kimi 20 dairəsində toplama ilə əvəz olunması. İnanın ki, keçən dəfə də belə bir hal oldu. Başa düşürəm, yəqin ki, almayacaq. Müəllimləri yenə inanın ki, bir 40 dəqiqə zorla mən pişmişimdə müəllimə, yəni çox qısa, lakonik, növbəti bilələrdə lazım olacaq deyə bir ikisi köpürmüşdü, yenə sakitləşdirdik. 20 dairəsində ikinci yarımildə zaten var. Yəni həqiqətən onların 20 dairəsində çox məqsədə Əslində uyğun olur. var. Bəli. Bəli, Ayşin müəllimə çox sağ olun. Mən bu günləri dünən mənə dedilər ki, bu, yəni mən hazırlıqlı deyildim, bilmirdim də daha doğrusu ki, tot olacaq. Mənə də dünən məlumat veriblər, necə sizə məlumat veriblər. Bu günlərdə mən məktəbdən gələndən sonra ümumiyyətlə bizdə qəsəbədə təmir gedirdi, işıqlarımız olmadı. Mən heç nə açıb baxa bilmədim də, çox gec gördüm. Sonra da birinci sinif müəllimlərindən də soruşa bilmədim. Amma özüm düşündüm ki, yəni bu vaxtda 10 dairəsində toplama qalmaz da. Düzdür, indi mən 4-cü sinifdəyim, gör neçə 3 il keçib də bundan keçməsinə baxmayaraq, elə özüm də düşündüm ki, bu 10 dairəsində toplama bu vaxtda heç vaxt qalmaz. 100% bunu keçiblər. Ona görə təlim başlayanda sizə sual verdim ki, müəllimlər sizcə keçiblər bunu? Və siz deyirsiniz, yəni bu təkcə bu rəqəmi dəyişmək olsa, mən bunu dəyişərəm, 10 dairəsində toplama silib 20 dairəsində toplama yazaram. Amma bunun içi hamısı 10 dairəsində toplamaya aiddir. Bütün hamısı 10 dairəsində ədədlərdir, 10 dairəsində izahdır. Müəllimə, təkcə rəqəm demək istəmirdim, yəni ümumi gedişat Hə, olaraq. yox. Yeni olaraq yaranan hal var məsələn. Hə, yox. İndi yəni əsas onlara o lazımdır həqiqətən, çünki tədris eləyəcəklər bu günlərdə. Hə, inanın ki, bunun yanında o məsələ həllini görüb o qədər sevindim ki, mən dedim ki, ən azından bu məsələ həlli maraqlıdır, ona maraqla qulaq asacaqlar da. Amma bu 10 dairəsində toplama, yəni deyəcəklər ki, dediyiniz kimi biz bunu keçmişik də. Amma bilmirəm, nə bilim, vəziyyətdən bir türlü çıxış yolu taparsınız özünüz. Daha indi bilmirəm, o sizin peşəkarlığınızdan gəlir, nə tər çıxarsınızsa, onu bir siz bilirsiniz, bir də Allah. Çünki baxın, doğrudan da çox çətin vəziyyətə düşürük də bu belə halda biz. Fərdə xanım, biz özümüz istəmərək ki, məsələn, özümüzü empatiya quraq, onların yerinə qoyaq. Mən vaxt itkisi deyərəm, istəmirəm belə bir halına rastlaşım. Heç mən mümkün deyilmi ki, 20 bunu tərcümə etməkmi deyək və yaxud da ki, yadımızda sabah var idimi belə bir şey, indiyə qədər keçdiklərimizin arasında 20 dairəsində belə bir material? Yox, biz bunu dəyişə deyirəm, bilmərik. Yəni o biz vaxt- desək belə, mən bilirəm ki, indi mən durub desəm, yəni təlim şöbəsinə də orada təlim şöbəsinə yox, daha doğrusu bu tərtib edənlər məsuliyyətli şəxsə desəm, çünki keçən dəfə də dedik də biz, yadınızda da hansı mövzu idi, keçirilmiş mövzu idi.
dedik. Dedilər ki, nə olsun keçiblər, müəllim olaraq bunun metodikası haqqında məlumatlı olmalıdır. Belə deyirlər. Düz deyirsiniz, biz də özümüzü onların yerinə qoysaq, düşünərik ki, keçmişikdə bunun nə mənası var. Bilmirəm, siz bunun üstündən sürətli keçərsiniz. Nə bilim, indi sonlara doğru bəlkə bir çözüm yolu taparıq. Bəhanədə daha doğrusu əsaslandırmaq üçün ki, bunun üçün. Amma yəni siz də deyin ki, baxın biz də bu proqramı, yəni sizə bu materialı yazan biz deyilik də, bizə nə veriblərsə biz də sizə onu keçirik. Baxın Fərdə xanım, bu ədəd üçlükləri yazılıb. Məsələn, mən də 2-ci sinifdəyəm. Bu tam hissə məsələsi var, bax bu sxem. Bu 1-ci sinifdə bunun təməlinin çox mükəmməl qoyulması çox şeylərə səbəbdir. Bu ibtidaisidə bunun. Məsələn, biz məşğul komponentin tapılmasında. Bax, bunu məsələn, orada bunun müəllimlər 10 dərəsində mükəmməl öyrətmişiksə, 20 dərəsində daha mükəmməl eləyək. Çünki ikincisi də bizə lazım olacaq məşğul komponenti tapmaq üçün. Bax, elə dediyiniz Toplamaya kimi, çıxmanın Qumru qarşı xanım, fəlakətində. oradan çıxış etmək olar. Məsələn, Bax, hələ deyə belə bir şey bilərik ki, demək olar. 10 dairəsində keçmisinizsə, əslində 20 dairəsində keçəsiniz də indi. Məsələn, 10 dairəsini keçmişsiniz, 20 dairəsində də eynidir də elə. Sadəcə burada ədədlər dəyişəcək. Gəlin bir müzakirə eləyək, görək ədəd üçlüyündə keçəndə sizin dediyiniz kimi də nəyə fikir verməliyik, nəyə daha şagirdlərin diqqətini cəlb etməliyik. Əslində eynidir də, toplama da eynidir, çıxma da eynidir. Sadəcə fərqi var da, ədəd fərqi var. Bax, bu məşğul komponentin tapılmasında çox böyük, bunu uşaq bilməsi, məsələn 3 yoxdursa, tam 4, 3 yoxsa digər 3-ü tapmaq üçün eləmək lazımdır, hissəni tapmaq üçün. Bax, həm məşğul komponent, həm də ki, ədəd üçlüyünə aid məsələlər var. Bax, onlar da yaxşı həll olmasında bunların çox böyük rolu var. Yəni, siz demişik, riyaziyyat konsentrikdir, bizim əlimizin tutan şey odur, bir-birinin davamını gətirir. Bəli. Baxın, elə müəllimə, Qumru müəllimə yaxşı dedi. Çox sağ olun müəllimə. Bax, elə buradan çıxış eləyə bilərik ki, bəli, 10 dairəsində keçmisiniz, amma 20 dairəsində indi qarşıda keçəsiz də. Əslində 20 dairədə eyni, yəni strukturdur, sadəcə ədədlər dəyişir orada. 20 dairəsini keçəndə bu məqamlara diqqət etsəz daha yaxşı olar, tövsiyə olunur ki, bunlara diqqət edəsiz və s. Belə deyə bilərsiniz. Yəni, bir bəhanə bu. Ədəd üçlükləri tam və hissə, burada yenə də və burada ədəd üçlüklərini hətta belə bir tərif kimi də verib. Bir ədədi onun 2 tərkib hissəsinə necə ayırmağı göstərən 3 ədəddən ibarət bir modeldir ədəd üçlüyünün tərifini də verib. Belə üçlüklərdən istifadə uşaqlara ədədlərin strukturu, onun qarşılıqlı əlaqələrini daha yaxşı başa düşməyə, həmçinin ona qədər toplama, ədədlərin toplanması və ayrılması bacarığını möhkəmləndirməyə kömək edir. Və burada qeyd olunub ki, uşaqlara izah eləyin ki, onlar bir-birləri ilə əlaqəlidirlər. 3-cü ədəd almaq üçün 2 ədəd toplanır və yaxud burada elə toplanır. İndi çıxma hissəsi ayrıdır. Əvvəlcə toplamadan danışıblar burada, sonra da çıxmanı veriblər. Tam və onun 2 hissəsi ədəd üçlüyünü təşkil edir. Tam ədəd 2 hissəyə, tam ədədi 2 hissəyə ayırmaq olar. Burada da ədəd üçlüklərinə aid model tapşırıq nümunəsi verib. Və burada bilirsiniz, şagirdlərin diqqətini nəyə cəlb edir? Yəni, tamı hissələri ayıranda, ayırdığımız hissələrdə diqqətli olmalıyıq ki, bizim bu hissələrdə yazdığımız ədədlər toplayanda tamı verməlidir. Və burada görürsünüz, 3-ün üstünə xətt çəkir ki, 2-nin üstünə 2 gəlsə 3 eləmir, axı toplayanda bu tamı vermir. Ona görə tamdan hissələr düzəldəndə diqqətli olmalıyıq və yaxud hissələrə aid tamı biz tapırıqsa, onda da diqqətli olmalıyıq ki, bunların cəminə bərabər olan bir tam hissəni yazmalıyıq ora. Əlavə etmək, artırmaq, burada yenə 10 dairəsinə aiddir, 2 alma var idi, neçə alma oldu, cavabı boşxanaya yaz. Əslində, bir dəqiqə, baxarıq indi. Yox, burada toplu, bu 20 dairəsində olacaqsa, burada toplu dəyişiklik eləmək lazımdır. Bunu 20 dairəsini çevirmək olmaz. Bir də ki, yəqin ki, indi irəlidə 20 dairəsini keçəndən sonra 20-yə aid də bir şey olacaq, material. Ona görə də bunu 20 ilə əvəz etmək olmaz. Əlavə etmək, artırmaq, 2 alma da çək, belə bir tapşırıqdır, maraqlı tapşırıqdır uşaqlar üçün əslində. Qabda əlavə 2 alma da çək, neçə alma oldu, cavabı boşxanaya yaz.
və yaxud neçə 2 vaqon da qoşuldu, əlavə olunan vaqonları çək, neçə vaqon oldu, sonra təkərlərinin sayını tapmaq və s. əlavə etmək, artırmağa aiddir. Əyani materiallar şagirdlərə əlavə etmək və artırmaq anlayışını nə ifadə etdiyini daha yaxşı başa düşməyə kömək eləyir. Çünki baxın, burada əyani şəkildə almanın yanında 2 alma çəkir, bir daha görür ki, hə, 2 dənə alma da çəkəndən sonra boşqabdakı almalar artdı və yaxud burada özü vaqonu çəkir, görür ki, hə, başqa bir vaqon da yanına əlavə eləyəndə artır. Bunu əyani şəkildə görür. Real əşyalardan say çöplərinə istifadəni tövsiyə edir və yaxud kublardan istifadəni tövsiyə edir. Ədədlər yazılmış kartlardan istifadəni tövsiyə edir. Burada əlavə etməkdə, artırmaqda və burada toplanan işarələri qeyd edib ki, hə, bunları da şagirdlər artıq bilirlər. Bunu heç 20 ilə əlaqələndirə bilməyəcək, çünki artıq bilirlər. Hər domino daşındakı xalları hesablayın. Burada da yenə uşaqlar bu tapşırıq həll eləyərək görürlər ki, hər tərəfdəki damaların sayını toplayaraq bütöv bir daşın üstündəki damaların sayını əldə eləyirlər. Məsələlərə aid burada nümunələr var. Deyir ki, məsələn, 3 cırtdan gedirdi sehirli avtobusda, dayanacaqda 2 cırtdan da mindi. Avtobusda neçə cırtdan oldu? Əslində müəllimlər, baxın, bu məsələnin şərti görün, necə də maraqlı, cəlb edicidir də. Sehirli avtobus, nə bilim, cırtdan, birinci sinif uşaqlarının marağını cəlb edəcək bir varlıqlardan istifadə ediblər də burada, sözlərdən, nə bilim, məfhumdan. Yəni, ona görə də çox maraqlıdır, düşünürəm ki, bu tipdə biz özümüz də məsələ tərtib edəsi olsaq, yəni şagirdlərin fikrini cəlb edən bir məqamdır da. Sehirli avtobus, içində cırtdan. Hə, ikisi də mindi, avtobusda neçə cırtdan oldu və burada nəyi qeyd eləyir? Deyir ki, əvvəlki cırtdanların sayını fərqli dairələrlə, sonradan minən cırtdanların sayını da əlavə olaraq digər rəngli dairələrlə göstərə bilərik ki, əvvəlkilər var idi, sonradan minənlər də bunlardı. Hamısı bir yerdə neçə olacaq, sonra da bunu toplama əməli ilə əlaqələndirib tapmaq. Sonra ədəd oxu üzərində toplama verib, burada 10 dairəsindədir, siz 20 dairəsi ilə də əlaqələndirə bilərsiniz. A və B əslində müəllim üçün verilən burada veriləndir. Şagirdlərə təbii ki, biz A-nın üstünə B gəlmək birinci sinifdə deyə bilmərik. Sadəcə biz deyirik ki, 3-ün üstünə 2 gəlirsinizsə, əvvəlcə biz ədəd oxunun üzərində 3-ü tapmalıyıq. 2 isə bizim gedəcəyimiz addımların sayını göstərir. 2-dirsə 2 addım getməliyik. İkinci toplananımız qədər irəliləməliyik biz. Bu şəkildə müəllimlər tapşırıq ədəd oxu üzərində toplamanı hərəkət prosesi kimi izah edərək başa salmalıdırlar. Hətta ədəd oxu üzərində 3 toplananlı ifadələri də şagirdlər ifadələrə uyğun da modelləşdirərək cəmi tapa bilərlər. Burada əvvəlcə birinci toplananı tapırlar, ikinci toplanan qədər irəli gedirlər, çatdıqları nöqtəni qeyd edirlər, daha sonra üçüncü toplanan qədər irəliyə gedirlər. Bax, beləliklə gəlib sona çatırlar. Sonra toplamanın digər üsulları. Toplamanın digər üsullarında birinci sinifdə əvvəlcə o ədədlərin 2 qatı və 2 qatın üstünə bir əlavə və bəzən də müəllimlər də əvvəlki illərdə təlimlərdə müzakirə eləyəndə deyirdilər ki, müəllimə 2 qat və 2 qatı rahat deyirdilər, əzbərləyirlər, amma 2 qatın üzərinə bir əlavə etməkdə çətinlik çəkirlər. Bu üsula aid tapşırıqların həllində bəzən uşaqlar çətinlik çəkdiyini vurğulayırlar. Ona görə də bura çatanda artıq əyanilikdən, əlimizin altındakı çöplərdən, kublardan və yaxud şəkillərdən istifadə daha çox tövsiyə olunur ki, uşaq baxın, 2 qatı burada görür ki, ədədin 2 qatıdır bu, 2-nin 2 qatıdır. Burada artıq daha yaxşı görür ki, hə, bu 2-nin 2 qatı idi, bu da sonradan üstünə ayrı rəng daxil, sonradan üstünə bir əlavə olundu. 2-nin 2 qatını zaten biz əzbər bilirik. Üstünə də bir gəlsək 5 ödər, daha rahat tapa bilirlər. Bunu real şəkildə əşyalarla da müəllim göstərə bilər. Bu da yenə, baxın, 2 qat, 2 qata bir əlavəyə aid məsələdir.
Avtobusda 9 uşaq var idi, 5 uşaq sağda əyləşmişdi. Bu artıq bunun əksi olan əməldir. 5 uşaq sağda əyləşmişdi, qalanları solda əyləşmişdi. Solda neçə uşaq əyləşmişdi? Baxın, əvvəlcə 5-i çəkir. Bu 5 sağda əyləşən modelləşdirir də, elə bilin ki, bunu 5-ini bura qoyur. Aşağıda da neçəsini çəkməlidir ki, 9-a tamamlansın. Yenə də bunu şəkillə verir. Cavab 4 uşaq. 5-in üzərinə yoxlamasıdır bu, təbii ki. Bunu artıq çıxma ilə eləyəcəkdir. O 9-u var idi, 5. Əgər modelləşdirmə yoxdursa, yəni bir var modelləşdirərək, çəkərək, şəkil çəkərək həll eləyir. Tapır ki, bura 5-ini qoymuşam, burada 4-ünü qoyur. Sonra da sayır ki, hamısı bir yerdə 9-dur. 5-in üstünə 4 gəlsə 9 eləyər. Amma belə bir modelləşdirmə eləməyibsə, çıxma ilə mütləq həll eləməlidir də bunu. 9 uşaq var idi, 5-i sağdaydısa, solda neçəsi idi? 9-dan 5-i çıxacaq. Burada da yenə çıxmadır artıq. Demişdim də toplamanı ayrı veriblər, çıxmanı ayrı. Çıxmada da yenə dərslərin adını verib, dərslərə ayrılan saatları verib və bunlarda hər mövzu üçün təlim məqsədlərini verib ki, yəni bu mövzunu keçəndə hansı şagirdlər təlim məqsədlərinə çatmalıdırlar. Bunların açıqlamasını verib, ən sonda görürsünüz, ümumiləşdirici dərsə də 3 saat verilib. Yenə burada da azaltmağı, çıxmağı, izahını verir şəkillə. Öyrənmə hissəsidir. Çıxma olduğunu deyir ki, sayın azalmasıdır. Tamdan hissənin çıxılması kimi şagird bunun mahiyyətini başa düşməlidir ki, çıxırıqsa azalacaq, çıxırıqsa tamdan hissəni götürməliyik və s. Deyir, ilkin mərhələdə şagirdlərin sayın necə azaldığını anlaya bilməsi üçün onlara çıxma prosesini əyni şəkildə görməyə kömək etmək lazımdır. Bunun üçün müxtəlif əşyalar və əşyaların təsvirləri kömək olacaq. Bayaq, məsələn, Aynurə müəllimə izah elədi ki, məsələnin izahında dedi çöplərdən ikisini götürürlər, sonra neçə qaldı. Yəni, bu da elə ona bir nümunədir ki, əyani şəkildə əşyaları karandaşları ilə eləyə bilərlər, əllərinin altında nə varsa oynat. Və yaxud elə şagirdlər özləri ilə, öz sayları ilə, məsələn, 3 oğlan var idi, biri getdi, neçəsi qaldı, 3 qız var idi, biri getdi, neçəsi qaldı. Elə bunlarla da, özləri ilə də əyani şəkildə eləmək olar ki, onlar mahiyyətini başa düşsünlər. Ədədlərin çıxılması tamdan hissədən, tam və hissə modelindən istifadə edərək çıxmaqdır. Məsələn, 3-ün hissələri 1 və 2-dir. 1-i götürsək 2 qalır, 2-ni götürsək 1 qalır. Şagirdlər gözlərinin önündə bunu da görəndə daha yaxşı, çıxmanı bir daha mənimsəyirlər, bir də daha yaxşı çıxırlar. Çünki bu çıxmaya çatana qədər zaten bütün ədədlərin tərkibini biz belə öyrədirik də uşaqlara. 3-ün tərkibi nədir? 1 ilə 2-dir, 2 ilə 1-dir, 3 ilə 0-dır və s. Öyrənirlər. Gözlərinin önündə gətirəndə artıq çıxanda, məsələn, 3-ün tərkibi 1 ilə 2 idisə, 1-ni çıxsaq 2 qalır, 2-ni çıxsaq 1 qalır, nə bilim, 0-ı çıxsaq 3 qalır, 3-ü çıxsaq 0 qalır. Bu şəkildə daha yaxşı mənimsəyə bilirlər. Burada da yenə əməl işarələrini verib, komponentləri verib ki, uşaqlara öyrədiblər artıq müəllimlər. Məsələlər, çıxmaya aid məsələlər. Çıxmaya aid məsələlər də maraqlıdır. Əslində, bunu da yenə 20 dairəsi ilə siz əlaqələndirə bilərsiniz. Ki, məsələn, ola bilər ki, indi burada 7-də, orada 12 dənə verib. Deyir ki, 12-dən də 5 dənə azalıb. Məsələn, rəfdə 12 çəkiblərsə, ikincidə də masada yenə 12 çəkib, 5 dənəsini belə üstündən silə bilərlər. Təsvirlə göstərib, sonra da əməlini yaza bilərlər. Belə şagirdlər daha yaxşı mənimsəyirlər. Azalıbsa neynəməlidirlər? Üstündən xətt çəkməlidirlər. Bu daha maraqlıdır. Əslində biz məsələ həll eləyəndə neynirik? Şəkil çəkirik, deyirik ki, indi 4-ü getdi. Amma burada ayrı eləyiblər. Məsələn, rəfdə olanı qırmızı ilə, masada olanı da yenə qırmızıların sayına uyğun mavilər eləyiblər. Sonra mavilərin üstündən çəkiblər. Yəni, rəfdəki ayrı qalır yerində, masadakındakı gözümüzün önündə olur ki, masada neçəsi qalıb. Daha maraqlı bir izahdır şəkillə. Çıxma da yenə ədəd oxu üzərində çıxmaq, azalandan başlayırıq. Əvvəlcə azalanı tapırıq, çıxılanın sayı qədər də
geri addımlayırıq. Şagirdlər çıxmanı ədəd oxunda geri addımlama kimi mahiyyətini başa düşməlidirlər. Yenə bunu da 20 dairəsi ilə əlaqələndirərsiniz ki, düzdür 10 dairəsində keçmisiniz, amma yenə 20 dairəsində də çıxma keçəcəksiniz. O zaman da ədəd oxun üzərində çıxmalar yerinə yetirəcəklər uşaqlar. Toplama ilə çıxmanın əlaqəsidir. Tam, hissə, tamlar, yenə də burada tamlara, hissələrə toxunur ki, ədəd üçlüyündəki ədədlərə aid 4 dənə misal yazmaq olar. 2 dənə toplama, 2 dənə də çıxmaya aid. Bu mərhələdə şagirdlər başa düşməlidirlər ki, toplama ilə çıxma qarşılıqlı əməllərdir. İndi bu 10 dairəsində də, 20 dairəsində də yenə bunu keçəcəklər zaten olar. Bunu da oyunla əlaqələndirə bilərsiniz. Məhsulun tapılması, bu da yenə 20 dairəsində olacaq. Bir də onlara məhsul demirik də, biz deyirik ki, boşlamalı ədəd, boşlamadakı ədədi tap, gizli ədədi tap, gizlədilmiş ədədi tap, bu cür şəkildə biz onlara veririk. Əslində bu tənliyə hazırlıqdır da. Və yaxud baxın, burada belə maraqlı bir misalda deyir, göstərin. Əgər bizdə 4 üstə gəl boşlama bərabərdir 6 varsa, onda tərəzi bərabərləşdirilməlidir və 6 alınması üçün 4-ə neçə əlavə etmək lazım olduğunu tapmaq lazımdır. Belə verib ki, yəni bu bərabərdirsə, hər iki tərəfində eyni olmalıdır da sayı. Bu 6-dırsa 4-ün üstünə neçə qoyaq ki, ahıt olsun. Bu şəkildə də şagirdlərə təqdim etmək olar. Yenə bu da məhsulun tapılmasına aid tapşırıqdır. Məhsul azalanın tapılmasına aid tapşırıqdır. Bunu da tam hissə modeli ilə müəllimlər əlaqələndirsələr, uşaqlar azalanın tapılmasında adətən çətinlik çəkirlər. Çünki toplananı tapanda da çıxırlar, çıxılanı tapanda da çıxırlar. Ona görə azalanı tapanda da bəzən götürürlər, toplama əvəzinə çıxma eləyirlər. Ən çox elədikləri səhvlərdən biridir. Amma müəllimlər, baxın, tam hissə modeli ilə əlaqələndirilsə, şagird bir daha gözünün önündə görər ki, onsuz da bu tam hissə modelini çox keçiblər də bu vaxta qədər. Yəni, başdakı hissədir bu. Azalan tam hissədir. Tam hissəni tapmaq üçün çıxma edə bilmərik. Tam hissəni həmişə tapanda biz toplamışıq. Ona görə azalanı da tapanda toplayacaq. Yəni, müəllim belə də əlaqələndirmə eləyə bilər. Müəllimlərin tapşırığına çatdıq. Hər bir situasiya üçün tədris strategiyası işləyib hazırlayın və hər bir şagirdi dəstəkləmək üçün dərsi necə uyğunlaşdırmağın mümkün olduğunu təklif edin. Mən indi bunun cavabını sizdən istəyirəm. Hərəsini bir müəllim etsin, zəhmət olmasa. 3 dənə keysimiz var və həll yolunuzu deyin. Həm oxuyun, indi siz tanış olun, kim hansını istəsə, oxusun bizim üçün və həll yolunu desin ki, praktikamda belə uşaq olub, mən bundan istifadə eləmişəm. Əslində, onlar üçün də yaxşıdır bu tapşırıq. Buna irad bildirə bilməzlər. Deyirsiniz ki, əslində maraqlıdır. Gəlin, baxaq, sizin təcrübəniz bir-birimiz üçün, mənim üçün də, digərləri üçün də maraqlıdır. Gəlin, təcrübənizi bölüşün. Görək, belə olubmu sizdə? Olubsa, neynəmsiz? Fərdə xanım, mən fikir bildirə bilərəm. Birinci keys Buyurun, müəllimə, buyurun. Qızım 5 yaşlarda oxuyur. Müəllimə bir neçə gündür uşaqlara 10 dairəsində toplama üzərində çalışır barmaqlarla. Son günlərdə də barmaqsız şifahi hesablamağı bizə valideyn olaraq bildirmiş ki, öyrədilir də. Dünən mən üzərində bunu yoxladım. Barmaqla yaxşı sərbəst hesablayırdı ona qədər. Mən bir elədim. Öncə belə deyək də 2 əli ilə gətirib toplayır. Öncə bir əlini yığışdırmağa çalışdım. Əlini tutdum oynaya-oynaya ki, məsələn 5-in üstə 4 gəlməlidir. 5 əlini buradan açır, 4-ünü buradan açırdı. Barmağı asta-asta yığışdırmaq üçün öncə bir əlini tutdum. Heç özü fərqində olmadı, tutmuşam deyə. Artıq ağır məsələlərdə, misallarda məcbur əlini buraxıb istifadə etmək istəyirdim. Mən saxladım ki, gəl barmaqsız görək. Hesablaya bilirsənmi? Bir əlini tutdu, digərini zehnində hesablamağa çalışdı. Yəni, tutaq ki, 4-ün üstə 2 gəlməlidir, 2-ni zehnində artırmağa çalışdı. Sonra bir neçə misaldan sonra ikinci əlini tamamilə yığışdırdım ki, sən tamamilə görək belə deyə də bunu barmaqsız hesablaya bilirsənmi? Onda bir müddətdən sonra ilk periodlarda, birincidə, ikincidə yaxın cavablar var. Məsələn, 7-sə 8-də və yaxud da 6 deyədir. Belə harasa bir 5-6 misaldan sonra, şifahi hesablamadan sonra düzəldi. Mən yəni
Bunu tətbiq elədim. Bilmədim da ardı gələcək, uğurlu olacaq, olmayacaq. Barmaq yığışdırmanı qızımda belə tətbiq elədim. Oldu, faydasını gördüm. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Doğrudan da hə, düzgün yanaşmadır. Siz indi elə eləmisiniz. Məsələn, dediniz ki, üstünə gələcəyini beynində saxlayıb da, birinci toplananı əlində, Bəli, üstünə öncə gələcəyini. əvvəlcə ikisi də əlində olurdu müəllimə. Hə. Sonra birinci Sonra toplanan birini, əlində, digəri beynində. Daha sonra ikisini də yığışdırmısınız. bəli. Pillə-pillə elədim. Əslində baxın biz belə də eləyirik də. Bəzən də deyirik ki, birinci toplananı beyində belə də eləyirik. Birinci beyində götürün, ikinci toplananı da əlində. Məsələn, tutaq ki, beyində 3-ün üstünə 4 gəlməlidir. Beynində tutur 3, 3-dən sonra 4, 5, 6, 7 sayır. Üzərinə saymaqla da belə də deyirik də. Belə dedim Fərdə müəllimə. Əslində o uğurludur. Bəlkə 5 yaşlılardadır deyə. Onun üçün o belə də gördüm ki, tətbiqə gedə Götürə bilmir. bilmədi, hə? Hə, onu bilmədi. Hə. Da bilmədi. Beynində hansı üsul elədi? Elə alındı. Hə. Bilirsiniz, uşağa nəzərən də dəyişir də. Bəzən nə bilim hansınasa hansı daha rahat olur, onu daha yaxşı mənimsəyir. Hə. Çox sağ olun, təşəkkür edirəm Aysun müəllimə. Aysun müəllim real olaraq öz qızından misal çəkdi. Case 2-ni kim izah eləyər? Və yaxud birə aid əlavə bir nümunəniz varmı? Müəllimənin dediyi nümunədən fərqli bir üsulunuz varmı ki, yox, mən bundan istifadə eləmişəm. Çətini çəkən şagirdlərimdə bu uğurlu olub. Yoxdur birə aid izahımız, 2 aid izahımız yoxdur. Mən gəldim görüm kim var burada. Müəllimlərimiz niyə passivdirlər? Bəs sizin təliminizdə müəllimlər passiv olanda neyniyəsiz, ay müəllimlər? Görək kim danışmayıb bugün. Lətafət müəllimə, siz deyə bilərsiniz. Sizi eşitməmişik bugün. Salam, axşamınız xeyir. Elə Axşamınız bil ki, xeyir. məndən soruşacaqsınız. Nə vaxt səsim çıxmır, elə ürəyimdə də fikirləşirdim ki, indi Fəridə xanım desə ki, sənin səsin neçə vaxtdır çıxmır, deyəcəkdim ki, səhərdən axşama kimi məktəbdə olmaq səsimi batırıb. Oradan da həqiqətən elə oldu. Deməli, birinci ilə bağlı ümumiyyətlə mən adətən indi 2-ci sinifdə bəzi uşaqlar var ki, mən bunu 2-ci sinifə görə deyirəm. Birinci sinifdə indi eləyirdilər barmaqlarla. Bəzi uşaqlar çətinliklə keçirlər barmağı, yəni unudub barmaqsız hesablamağa çox çətinliklə keçirlər. Mən onlar ki, birinci sinifin axırında da bunu eləmiyorlar. Məsələn, mən onlara öyrədirəm ki, uşaqlarıma deyirəm ki, həmişə ikinci sinifin əvvəlində də ədədləri, misalı gözünüzün önünə gətirib, belə deyim də, xəyalını sanki quraraq toplayın. Bu barmaqları unudun. Düşünün ki, barmaqlarınız yoxdur. Yəni, ehtiyac yoxdur barmaqlarla durub bir-bir hesablamağa. Gözünüzün önünə gətirin və orada hesablayın. Çöplərlənmi, filanmı ki, barmaqlar vərdişi unutsunlar. Belə bir şey eləyirdim. Bilmirəm nə dərəcədə effektiv olurdu, onu deyə bilmərəm. Baxın, əslində düzdür, o göz yaddaşı da. Bəzən görürük ki, o uşaqlar partanın altında görürsüz. Barmaqlarını gizlədirlər, orada birləşdirib tapmağa çalışırlar. Əslində bunu da görməzdən gəlmək yaxşıdır. Məsələn, bir var açıq-açıq gözünün önündə tutur, bir də var burada gizlində tutur. Artıq orada xəlbətcə sayır, oradan deyir. Bu artıq onu öyrəşdirir ki, dediyiniz kimi, barmağın özü olmasa belə, məsələn, tutaq ki, bu 2-dir, bu 3-dür, belə birləşdirir. Bunu o qədər belə eləyir ki, artıq bu olmasa belə o gözünün önünə gətirir ki, hə, burada 3-dür, burada 2-dir, hamısını bir yerdə sayıb toplaya bilir. Bu özü də, bu da yaxşı bir üsuldur. Düşünürəm ki, sonra da bəzən də deyil, arxada eləyirlər, belə arxaya çevirirlər əllərini, orada açırlar, yumurlar, nə edirlərsə. Əslində bu özü bir bacarıqdır, inanın ki, bu özü bir bacarıqdır. Məsələn, biz indi böyüyük,
Çox vaxt Adi mən gəlir. gözləyirəm. Allah ki, bizə rahat gələ bilirdi. Amma onlar yaşında üçün mən əslində bunu nə vaxt dərk elədim? Bu Quran əlifbasını öyrənməyə bir neçə illər öncəyə mən başlayanda o qədər mən çətinlik çəkirdim. Deməli 2-3 hərfi birləşdirib oxumaqda hərfləyirdim, zorlanırdım. Onda mən başa düşdüm ki, biz bu uşaqlarda günah görürük ki, bu neçə saata birləşdirir. İnanın, ondan sonra heç getmədim. O birləşdirə bilməyənin, çətinlik çəkən uşağın üstünə heç getmədim ki, bu doğrudan da çətindir. Də kənardan biz baxırıq, bizə rahat gələ bilər. Amma onlar üçün doğrudan da bu çətindir. Hə, mən düzün deyim ki, əslində bunu uşaqlıqda özüm eləyirdim. Etiraf eləyim ki, yəni görürdüm barmaqlardan qoymurdular istifadə eləməyə uşaqlıqda. Yəni ümumiyyətlə belə məndə bir şey var ki, göz önünə gətirməklə, məsəl üçün Hə. kitabı oxuyuram, göz yaddaşıma yaxşı qalır deyə kitab üzü falan, kitabdakı sözlər falan. Elə bil oradan çəkirəm fotoqraf kimi göz yaddaşımdan gedir. Belə uşaqlıqda da bu vərdişim var idi. Bax elə toplamalarda falan da elə eləyirdim, hesablayırdım. Sanki Hə. rəqəmləri, ədədləri gözümün önündə canlandırırdım və elə çıxırdım. Hə, siz Yəni vizual intellektlisiniz də, vizual məkan. adam üzü yadımda qalmır, amma başqa hər şey yadımda qalır. Hə, o da biabırçılıqdır. Bir adamı gərək 10 dəfə görüm ki, yadımda qalsın kimdir. Amma belə kitabın üzü, telefon nömrələri yadımda qalsın. Hə, lazım olmayan şeylər bəzən yadımda qalır, amma adam üzləri yadımda qalmır. Bir də mövzudan kənar olsa da mən sualımı verim. Məndən soruşurlar, məndə rəqəmsal deyil, qrupada yazmışam. Müəllimlər deyir ki, birinci sinif müəllimləri ayın 13-ü yazılıb ki, bəs diaqnostikdən keçməlidirlər uşaqlar LMS-də. Belə bir şey varmı? Yox. Bizim uşaqlarda, bizim layihəmizdə uşağın platforması yoxdur. Hə, onda bu yəqin ki, düşünürəm, bəlkə deyir bizdə səs atıb ki, qrupa girəndə çatda gəlir ki, uşaqlar 13-ünə kimi diaqnostikdən keçsin falan. Mən də məlumatlı deyiləm deyə, məndə rəqəmsal yoxdur, ümumiyyətlə riyaziyyat yoxdur. Ona görə dedim sizdən bir soru. Nətər diaqnostikdən keçsin? Bəlkə diaqnostik qiymətləndirmə tapşırığı yerləşdiriblər platformaya. Bilmirəm. Məncə o 5-ci sinif üçündür. 5-ci siniflərdə oldu rəqəmsaldan. Mənə də gəlmişdi. Məndə də çatda rəqəmsala gəlmişdi. Amma baxdım 5-ci sinif yazılmışdı yuxarıda. Hə, yəqin müəllimlər Mənim oğlum 5-ci sinifdə oxuyur. Onlara oldu imtahan. Monitoring diaqnostik qiymətləndirmə. qiymətləndirmə. Amma ki, müəllimlərimizə diaqnostik qiymətləndirmə tapşırığı göndərilib. Çünki o gün qrupda yazmışdılar ki, diaqnostik qiymətləndirmə tapşırığında bal var. Kimsə müəllimlərdən, elə bizlərdən biri yazmışdı ki, deyirlər ki, bal var, bunu neyniyək? Belə bir şey var idi. Mən mesaj Kağız üzərində çıxardıb işlətmişik. Uşaqların platforması yoxdur, necə eləyək? Yox, platforma yoxdur. Bizdə platforma yoxdur. Onu aydın. yəqin ki, elə qarışıq salırlar 5-lərinə. Çox sağ olun, xoş oldu səsinizi. Sizinlə ünsiyyət qurmaq, nə vaxt da qurmurduq. Minnətdaram sizə. Çox sağ olun müəllimə, çox sağ olun Lətafət müəllimə. Təşəkkür edirəm təcrübənizi bölüşdüyünüz üçün. Lətafət müəllimə, amma mən sizdən case 2-ni istəyirdim. Case 2-ni istəyirdiniz, baxın. Toplama üçün, bunun üçün xüsusi bir düzü düşünməmişəm. Belə bir təcrübəmdə də olmayıb ki, nəsə eləyim. Bu dəqiqə ağlıma gəlmir nəsə fikir bildirmək. Bir düşünüm, görüm başqa müəllimlər nəsə, mənim də düşünüm. Tamam. Yenidən fikir bildirəcəm. Düşünün, yaxşı. Müəllimlər kim deyə bilər? Mən şagirdlərdən ibarət qrup sayını artırmaq üçün, azaltmaq üçün arasındakı fərqi başa düşməyərək toplama və çıxmanı qarışıq salır. Səbinə müəllimə, bu gün eşitməmişik. Səbinə müəllimə, siz bölüşə bilərsiniz? Axşamınız xeyir olsun Fəridə müəllimə. Axşamınız xeyir. Mən də hər müəllimin o şagirdlər kimi bəhanələrimiz var. Eynəksizəm, telefondanım deyəndə gözüm də seçmir. Bir də zəhmət olmasa ikincisini oxuyardınız. Hə, şagirdlərdən ibarət qrup sayının artırılması və azaldılması arasındakı fərqi başa düşməyərək toplama və çıxmanı qarışıq salır. Yəni elə uşaqlarınız var ki, toplama əvəzinə götürüb çıxma eləyir, çıxma əvəzinə götürüb toplama eləyir. Bunu necə aradan qaldırarsınız?
Mənə elə gəlir ki, o uşaqlar onu diqqətsiz oxuyanda olur. Orada elə bil ki, elə tip məsələlər olanda daha çox belə də məsələni oxutdurub, oradakı məsəl üçün bir yer deyirdiniz, açar sözlər artır, azalır, qaldı, nə bilim də elə sözlərə daha çox elə bir üstünlük verməklə elə ipucu kimi deyərdim. Yəni belə bir başqa bir şey ağlıma gəlmədi indi. Çünki adətən elə Əgər məsələlər misalda, əslində burada məsələ nəzərdə tutulmur da. Əslində burada misaldır. Məsələn, tutaq ki, yazıb ki 6 çıx 3. Şagird yazılıb ki 6 çıx 3 bərabərdir. Götürür 6 ilə 3-ü toplayır, yazır 9. Belə uşaqlarımız olur da, yəqin ki siz də təsdiqləyirsiniz. Çıxmaq əvəzinə götürür toplayır, toplamaq yenə də onda elə işarəyə daha çox yenə də diqqət verdirmək olar ki, yəni də hansı işarədir. Adətən elə biləm ki, elə uşaqlar çox olmaz. Lap ola bilsin ki, lap təfəkkürü zəif olan uşaq ola bilər. Ya da tələsən uşaqda, diqqət yetirməyən uşaq. Onda da məsəl üçün işarəyə vurğulayaraq ki, bu hansı işarədir? Yəqin uşaq işarəni tanıyırsa, toplama deyirsə, vurğulamaq olar ki, tutaq ki, üstəgəl işarəsidirsə, nə edirdik? Toplayırdıq. Belə ancaq addım-addım, yəni ağlıma gəlir. Əslində düz deyirsiniz. Baxın, bu iki səbəbdən ola bilər. Bir səbəb odur ki, uşaq ümumiyyətlə toplama çıxma əməlini, işarəsini bilmir ki, hansı toplamadır. Bu çox yəni nadir hallarda ola bilər də ki, uşağımız məsələn gəlib toplama mərhələsinə çatıb. Yəni bu inklüziv uşaq ola bilər. Nəysə bir əlilliyi olan uşaq varsa, belə ola bilər. Amma normal uşaqda düşünmürəm ki, gəlib bu mərhələyə çatana qədər toplamanı bir də çıxmanı bilməsin ki, bu çıxmadısa toplamalıyıq, toplamadırsa yəni üstə gəlməyi, birləşdirməliyik. Normal uşaq ancaq tələsi olsa, belə fikir verməsə də diqqət dağınıqlığı olsa eləyə bilər. Yəni tələsi tez bazar belə. Çünki siz ikinci dəfə elə biləm o işarəyə belə yönəltsək, hansı işarədir? Elə biləm ki, ani olaraq o səhvini tez başa düşə bilər. Bəli. Təbii ki, bəli. Bizim normal uşağımız ancaq bunu diqqət yayınıqlığından eləyə bilər ki, işarə məsələn ondan əvvəlki misal toplamaymış. Toplayıb gəlib indi bu çıxma olanda elə bilib ki, bu da çıxmadı. Heç o əmələ baxmayıb, ortasındakı işarəyə baxmayıb, götürüb bunu da toplayıb. Bu 100% ondan irəli gəlir ki, diqqət əksikliyi var uşaqda. Diqqət etmir, tələsir, tez bitirməyə çalışır. Bu zamanda soruşursan ki, burada nə yazır? Ay müəllim, bu toplama olasıymış. Ay müəllim, bu çıxma olasıymış. Özü öz səhvini tez tapır. Bəli, bu. Amma o hansı ki, o uşaq var ki, mahiyyətini başa düşmürük ki, toplamadsa bilmir də, çətinlik çəkir. Deməli, bu uşağın yəni problemi var da. Bu zaman bilirsiniz nə ilə müəllimlər? Məsələn, mən özüm düşünürəm, amma indi belə ağlıma gəldi ki, məsələn, toplama işarəsi plusdur da. Məsələn, plusu biz dondurma çubuqları ilə və yaxud əlimizin altında yoxsa elə karandaşla, məsələn, bir karandaşı belə qoyuruq düz, yəni şaquli, birini də deyirik ki, toplama işarəsini baxın necə edirsən. Bir dənə belə şaquli karandaş qoyuruq, ikinci karandaşı da onun üstünə qoyuruq. Bu olur, bunu da üstünə qoyduq, olur toplama işarəsi. Bax, bu işarəni yaratmaq üçün mən nə elədim? Birincini qoydum, ikincini də onun üzərinə əlavə elədim. Yəni, üstə gəldi. Yadında saxla ki, buna həm də üstə gəl deyirlər. Üstə gəlmək nədir? Üstünə gəlmək deməkdir. Yəni, bu işarə ilə bunu belə əlaqələndirərək ona mənimsətmək bilərik. Sizin sözünüzə qüvvət. Yəni, 2 çubuqdur da, belə deyək, çubuğun sayı çoxdur. Çoxdursa deməli artır. Amma çıxmada 1 çubuqdur, yəni azdır. Yəni, onu da belə bir əlaqələndirmək olur. 1 çubuqdursa deməli burada azalır. Bir dənədirsə azalır. 2 dənə üst-üstə qoyuruqsa, sən də üst-üstə qoymalısan. Sən də çoxluqları birləşdirməlisən. Və zaten bu belə uşaqdırsa, bu yəni birbaşa o zehnində toplaya bilməyəcək. Mütləq onun əlinin altında nəsə bir manipulyasiv olmalıdır da. Ya çöp olmalıdır, ya karandaş olmalıdır, spiçka dənəsi ola bilər. Nə bilim indi nəsə puzzle ola bilər, nə varsa onlarla eləyəcək də. O bilsin ki, o üstə gəlməlidirsə, bu da üstə gəlməlidir, bu da birləşdirməlidir, sonra hamısını birdən saymalıdır. Yəni, belə əlaqələndirə bilərik deyə düşünürəm. Bu mənim fikrimdir. Təbii ki, ola bilər ki, sizin fərqli fikirləriniz olsun. Çox sağ olun, Səbinə müəllimə cavabınız üçün. Mən fikrimi bildirim yenə Fərdə xanım. Lətafət müəllimə, buyurun.
Ümumiyyətlə sizin sözünüzə qüvvət. Bu, yəni birinci siniflərdə çox az uşaqlarda olur. Ola bilər ki, biraz 5 yaşlılarda biz bu problemlə yaşayaq. Amma əgər belə uşaqlar təbii ki, bunlar üçün varsa birinci sinifdə də bunlarda deməli abstrakt təfəkkür hələ ki tam formalaşmır da. Yəni bunlar ayıra bilmirlər ki, toplamadır, çıxmadır. Ona görə mütləq sizin sözünüzə qüvvət. Mən düşünürəm ki, onlar üçün mütləq əyanilik birinci olmalıdır. Ən birinci vacib şərt əyanilikdir. Hər zaman nəyisə toplayanda çöplərlə və yaxud başqa əşyalarla toplamalıdır. Amma ümumiyyətlə də istər 5 yaşlı dövründən başlayaraq, istərsə birinci sinifdən mən bu şeyin tərəfdarıyam ki, uşaqlara təkcə toplama, çıxma kimi yox, ən çox əlavə edirik, çıxırıq, azalır, artır. Bu kimi anlayışları uşaqlarda çox işlətmək lazımdır ki, uşaqlar onun mahiyyətini daha belə deyim, çox dərk eləsinlər ki, toplama olanda hər zaman çoxalmaq deməkdir, artmaq, çıxma olanda azalmaq deməkdir. Bu şəkildə bu sözlərlə onları belə deyim, bu vərdişi formalaşdırmaq olar düşünürəm. Çox sağ olun, Siz Fəxrət sağ olun. müəllimə təşəkkür edirəm. Bir də ki, müəllimlər, mən bir də ağlıma gəldi ki, o hansı ki, o çətinliyi olan uşaqlar var, o anlama problemi olan inklüziv uşaqlarımız və baxın, hər dəfə o birləşdirdi, ya tutaq ki, deyirsən 2 çöpün var, üstünə ikisini də qoy, neçə oldu? 4. O saat o əməl işarələrini göstərək ki, hansı ilə eləyərsən bunu? Çıxma ilə, toplama ilə, o üst-üstə qoyubsa, o əməl işarəsində hər dəfə. Yəni onlar anlaması zəifdir olar. Hər dəfə biz onu təkrar göstərsək, təkrar çoxlu desək, israrlı olsaq öyrənəcəklər onlar. Yəni hər dəfə məsələn və yaxud çıxma eləyibsə, yenə əməl işarəsini göstərmək ki, çıxma elədin. Səncə hansı uyğundur? Hansı əməl işarəsi? Budur. Yəni seçsin. Hər dəfə seçəndə artıq o misalın ortasında da çıxma görəndə biləcək ki, mən çıxmalıyam. Misalın ortasında toplama işarəsini görəndə biləcək ki, mən toplamalıyam. Hər dəfə əlaqələndirməlidir müəllim belə uşaqlarla. Düzdür, mən də sizlərdən biriyəm. Siz də indi düşünürsünüz ki, bəyəm hər dəfə bizim bu qədər vaxtımız olurmu ki? Yəni vaxtımız olanda, vaxt eləyib o uşaqla işləyəndə belə işləyək də. Çünki onun bizim köməyimizə daha çox ehtiyacı var, nəinki o bizim o digər uşaqlarımızın. Deməli, müəllimlər, 3-cü кейsimizə keçirik. 3-cü keysi kim izah edər? Dedim, görürüm. Özü gələn var, yoxsa mən gətirirəm. Baxaq görək kim var bizdə. Təranə müəlliməni bugün eşitməmişik, eşitmək istəyirik. Üçüncü salam Fərdə xanım, axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir. Üzrlü sayın, mən qonaqlıqdaydım. Üçüncü sualın cavabını soruşursunuz, düzdürmü? Bəli. Ona görə bugün səsim çıxmır. Qonaqlıqdayım, amma keçmişəm o bir otağa. Arada gedib baş çəkib gəlirəm bura. Üçüncü sual olarmı? Birinci səsləndirim, hamıya acıq olsun, özüm də acıq olum. Bəli. Şagirdlərdən biri yerinə yetirilməsi digər şagirdlər üçün çətin olan tapşırıqlara böyük maraq göstərir. Buna görə də onun fəallığı sinifin diqqətini yayındırır. Düşünürəm ki, müəyyən dərəcədə bu bizim siniflərdə də olur. Mütləq ki, bir uşaq həmişə dərsdə aktivliyi, o istəyir bütün sualları cavablasın, bütün hakimiyyəti ələ alsın, belə deyək. Düşünürəm ki, burada ona məsələn əlavə çətin məsələ hazırlaya bilərik, hansı ki, həm də dərsdə diferensiallığı təmin etmək məqsədi ilə. Çünki asan nə qədər də çətin sual vəsaitdə verilsə də, uşaq onu tez yazacaq, böyük ehtimal. 3 dəqiqə, 5 dəqiqə bizim qoyduğumuz vaxtdan tez bitirib gətirib göstərəcək. Ona uyğun çətin bir məsələ qoya bilərik kənardakı, o bitirəndə tez onu verək ki, başı qarışsın, ən azından vaxtı boşa getməsin, itirməsin, oturub onun üzərində çalışsın. Sonra, məsələn, köməkçi müəllim funksiyası verə bilərik ki, müəllimlə bir yerdə sən də köməkçi ol, yoldaşlarına, məsələn, çətin bilən şagirdə kömək eləmək məqsədi ilə onun yanına göndərə bilərik ki, yoldaşına kömək elə, amma cavabı demədən izah edərək görəsən nə dərəcədə anlamısan və anladığını necə ötürürsən yoldaşına. Belə əgər qrup tapşırığı kimi vermişiksə, indi bilmirəm də situasiya nədir, çünki tam o formada şey eləmir. Qrup tapşırığı kimi vermişiksə, məsələn, qrup lideri seçə bilərik, tapşırığı izah edən yenə də dediyim kimi. Sonra başqa necə verə bilərik? Baxın, əgər belə bir situasiyada, tutaq ki, siz onun üçün dediyiniz kimi bir planınız var, əlavə tapşırıq hazırlamısınız. O bitirəndən sonra öz tapşırığını deyirsiniz ki, alın bunu hazıra. Bax, digər sizin orta səviyyəli uşağınız cəhd edib, tez bitirib, o da istəsə o tapşırığı. Onlara nə deyirsiniz? Axı, onlar onu həll edə bilməyəcəklər də. Desələr ki, müəllim, bizə də verin də o tapşırıqdan.
Hə, o da ola bilər. Əslində yenə də bizim əlimizin altında hər səviyyəyə uyğun öncədən hazırladığımız tapşırıqlar olmalıdır. Belə düşünürəm. Yəni uşağın orta səviyyədə, asan səviyyədə, çünki differensial yanaşmada sırf çətin öyrənmə, belə daha doğrusu uşağın tez bitirib olan o qavraması yüksək səviyyədə olan şagird üçün deyil də, orta və zəif səviyyədə bilən şagirdlərimiz üçün də əlimizdə olmalıdır da o materiallar. Mütləq, Ona da mütləq. uyğun verməliyik. Yəni məndə məsələn olur sinifdə, mən hər dəfə bir vərəqə götürüb özüm üçün yazıram və yaxud da tez gələn şagirdlər üçün məsələn məndə ilk saatlar adətən riyaziyyat dərsi olur. Uşaqlar tez gələn uşaqlara lövhədə məsələ qoyuram. Deyirəm gəldiniz, girdiniz, məni gözləyirsiniz də indi saat 8-də zəng vurulur. Ona qədər məsələn gəlib o bir-birinizlə söhbət eləməyin ya oyun oynamayın. Gəlin birinci məsələyə baxın. İndi onlarda adət halı yaranıb Fərdə xanım. Girən kimi sinifə birinci lövhəyə baxırlar. Ya bir məsələmi, ya bir misalmı ki, tez baxırlar lövhəyə ki, görək misal var, gedək oturaq onu tez baxaq. Mən demişim gəlinə qədər siz baxın görün nə eləyə bilirsiniz. Bunu da eləmək olar uşaqlar üçün. İndi bu mənim öz metodikamdır. Buradan kənarda da sadəcə vaxtı nizamlamaq üçün də ən azından sakit qalsınlar deyə etdiyim bir şeydir. Çox sağ olun. Müəllimə təşəkkür edirəm, Təranə müəllimə. Düzdür, müəllimənin dediyi kimi biz onlar üçün mütləq əlimizin altında əlavə tapşırıq olmalı. Çünki mən özüm praktikamda bununla qarşılaşıram. Bax, o mütləq o uşağım var, ha, tez bitirdi. Ona bir tapşırıq versəm, inanın ki, o birisi o yerdəkilər var, tez eləməyə çalışırlar ki, müəllim bizə də verin də ondan. Amma mən də ona o öyrənmə bacarığı yuxarı olan uşağa verdiyim tapşırığı versəm, o gəlib onu həll eləyə bilməyəcək və motivasiyadan düşəcək. Ona görə müəllimin əlinin altında digər şagirdlərinə uyğun da, əgər B planı varsa, buna mən düşünürəm ki, hə, məsələn, Elmir adlı şagirdim yaxşıdır, mən bugün Elmir üçün tapşırıq hazırlamışam və yaxud Elmir kimi 2-3 şagirdə də onlara bu tapşırığı verəcəm. Mütləq o orta səviyyəli üçün də mənim tapşırığım olmalıdır. Onlara uyğun da, onların öz səviyyəsinə uyğun əlavə tapşırığım olmalıdır ki, onlara onu verəndə, onlar bitirib, onlar da istəyəndə, onlara da verə bilim. Çünki mən o çətin tapşırığı onlara versəm, onlar oturub həll eləyə bilməndə motivasiyadan düşəcəklər. Mütləq olmalıdır. Ki, verirəmsə hamısı üçün olmalıdır, vermirəmsə heç biri üçün. Fərdə xanım, bir dəfə mən bununla bağlı, bilmirəm, sizin o qədər təlimdə olmuşam, bilmirəm, paylaşmışdım yoxsa. Mən belə bir stil düzəltmişəm sinifimdə. Askıda tapşırıq var. Məndə də elə hamımızın sinifində olduğu kimi elə uşaqlar var ki, tez qutarırlar və otururlar bekarçılıq, da ona söz atacaq, ona söz atacaq. Askıda tapşırıq var, belə stenti düzəltmişəm. Orada deməli tapşırıqlar çıxardıram. Qoyuram həmin o askının içinə, belə deyim, zərflərdə. İndi qrupa şəklini ataram. Üstünün klonkası cırılıb, gətirmişəm ki, evdə onu təmir edeyim, hələ də vaxt yoxdur. Və birinci sinifdə bunu çox istifadə elədim, xeyrini də gördüm. Tez qutaran uşaq gedirdi, oradan tapşırıq götürürdü və işləyirdi onu. Düzdür, onları həmin an, həmin dəqiqə yoxlaya bilmirdim. Yəni, çünki ümumi sinifə verilən tapşırıqları adam çatdırır, tez bazar yoxlayır. Saxlayırdım dərsin sonunda 5 dəqiqə birinci sinif idi də, rahat idi. Ondan sonra yoxlayırdım, biz də onları rəngli vərəqdə çıxardırdım. Onlar üçün maraqlı olurdu ki, işləmək. Belə bir şey eləmişdim. Həm diferensial yanaşma baxımından da uşaqlara yaxşıdır. Çünki bəzən həmin aktiv olan uşaqlar həqiqətən savadlı uşaqlar olur və həqiqətən belə deyim də, digər uşaqlar zəng işləməyə onlar üçün sinif mühitində sıxıcı olur deyə onlar darıxırlar. Və belə bir yol seçmişdim. Çox da faydasını gördüm. İndi elə deyirəm, hər gün ki, bir gün vaxt edeyim onu yenə də qaytarım məktəbə. Amma atarım, yəni Əslində maraqlı yanaşmadır. Stent də çox gözəl idi, gözəldir daha doğrusu. Yəni həqiqətən uşaqların özlərinin həvəsə gəlirdilər ki, mən çox tapşırıq işlədim, mən getdim götürdüm. Yaxşıdır yəni. Bəs orada diferensiallığı necə qoruyursunuz? Yəni hazırladığınız tapşırıq eyni olur, elə kim istəsə gedir eyni. Yox, rəngləri fərqli qoyurdum. Məsəl üçün, demirəm, orada elə bir ki, indi dovşanlardır, dovşanların qabağında 3 dənə belə zərf kimi bir şey düzəltmişdim. Məsəl üçün, o yaxşı uşağa deyirdim ki, sən tutalım göy rəngdə çıxartdığım tapşırıqlar biraz çətin olurdu da. Baxı, bu tez qutarıb asanda gəlib götürsə yenə başımı oynatacaq. Çətinləri Buna görə deyirəm.
Hə, çətini verirdim ki ona, məsəl üçün. O gedirdi onun çətini götürürdü ki, biraz başı da çox qaçışsın, vaxt getsin, o birisular işləsin, gəlsin, çatsın ona. Yəni rənglər müxtəlif olurdu. Amma elə uşaq var ki, potensialını bilirsən də, bilirsən ki, o göy rəngdə olan çətindir. Onu götürsə, onsuz da onun içindən çıxa bilməyəcək. O şu sarı rəngdə olanı götürsün. Hə, ona təklif edirdim ki, get sən sarını götür falan belə. Bir də hətta artıq, məsələn, artıq bir zamandan sonra uşaqlar biləcəklər də ki, məsələn, sarı asandır, tutaq ki, Bəli. mavi çətindir, məsələn, Öyrənirlər. tutaq ki, yaşıl orta səviyyəlidir. Artıq biləcək. Bir müddətdən sonra onların özlərinə seçim imkanı da vermək olar ki, artıq bilirsiniz də harda necə tapşırıqlar var. Kim hansı tapşırıqdan istəyirsə, bəlkə uşaq düşünür ki, hə, məsələn, məsələn, o zəif uşağımız bəlkə düşünür ki, mən ortanı eləyə bilərəm, bir götürüm görüm eləyə bilərəmmi? Və yaxud orta düşünür ki, mən götürüm görüm, bəlkə özünü sınamaq istəyir. Yəni belə də eləmək olar, özlərinə də seçim vermək olar ki, yəni hansından istəyirsinizsə, bir zamandan sonra, artıq biləndən sonra ki, hansı yerdə hansıdır, özləri də seçə bilərlər. Bəli. Çox sağ olun, Lətafət müəllimə. Xoşdur, buyurun. Amma o dediyiniz plakatınızın şəklini də atarsınız, İndi maraqlı. ataram qrupa. Prosta cibləri yoxdur. Görüm telefonda şəkillərimiz olsa keçənlə biz biraz təmirlə bağlı oradan bura, buradan ora bütün vəsaitlərim elə bir ki, ortada qalmaqla biraz sınırlandı. Bunun cibləri yoxdur. Ciblərini də tikirsiniz belə. Onun içinə qoyurdum. Birinci sinifə yəni elə yaxşı rahat oldu mənə. Çox rahat oldu. Çox sağ olun, təşəkkür Siz edirəm. sağ olun. Burada indi müəllimlər ikinci tapşırığımızdır. Bu əslində müəllimlərin son tapşırığıdır. 3-4 nəfərdən ibarət qruplara bölünməlidirlər. Müxtəlif hazırlıq səviyyələri nəzərə alınaraq dərs planını işləyib hazırlamalıdırlar. Və burada məqsəd hər biri 10 dairəsində toplama və çıxma bacarıqlarının möhkəmləndirilməsinə yönəlmiş çalışmaların 3 çətinlik səviyyəsini yaratmaqdan ibarətdir. Əslində baxın, burada bizə dərsin məqsədi, dərsin standartı, həm qiymətləndirmə meyarımız lazım deyil. Bizə sadəcə 3 səviyyədə tapşırıq hazırlamaları lazımdır. Aşağı öyrənmə bacarıqlı şagirdlər üçün çalışmalar, ən əsas misallar və sadə əyani məsələlər, orta səviyyə üçün çalışmalar, məntiqi məsələlərin elementlərinin olduğu toplama və çıxma, bir də qabaqcıl səviyyəlilər üçün çalışmalar, məhsulun tapılmasına aid məsələlər və yaradıcı məsələlər. Bax, bunlar siz nə edəcəksiniz? Onları böləcəksiniz qrupa, onlayn təlimdə. Onlar hər qrup biri asan üçün, biri orta üçün, biri də qabaqcıl səviyyə üçün tapşırıq hazırlasınlar. Belə də eləyə bilərsiniz. Ya da elə eləyə bilərsiniz ki, elə hər üç qrup həm aşağı, həm orta, həm də qabaqcıl üçün hazırlasın və sonra da onları müzakirə eləyərsiniz ki, görəsən doğrudanmı bu aşağı öyrənmə bacarıqlı şagirdlər üçündür, doğrudanmı bu orta səviyyəli üçündür, doğrudanmı bu qabaqcıl üçündür. Amma mütləq 10 dairəsində toplama çıxmaya aid olsun da, yəni 10 dairəsini aşmasın. Müəllimlər bunu tərtib edəcəklər. Bizim bunu etməyimizə ehtiyac var. Ehtiyac varsa edək. Yəni düşünürsünüz ki, ötəsinə gələcəksinizmi? İstəyirsinizsə burada real şəkildə biz də eləyək. Ehtiyac varsa eləyək, ehtiyac yoxdursa üzərindən keçək. Nə deyirsiniz müəllimlər? Yəni aşağı səviyyəli, orta səviyyəli, yəni 3 səviyyədə tapşırıq hazırlayıb müəllimləriniz hazırlayandan sonra təhlil edəcəksinizmi? Yəni burada etməyimizə ehtiyac var, bir nümunə təhlil edək, yaradaq. Yoxsa siz özünüz edəcəksiniz, ehtiyac yoxdur. Fikir bildirin müəllimlər. Məncə özümüz edərik də, yəni bu çətin bir şey deyil deyə düşünürəm. Məncə də Yəni müəllimlər də fikir bildirsin. Məncə də ehtiyac yoxdur. Elə düşünürəm ki, öhdəsindən gələrik. Aha. Mən də düşünürəm ki, gələcəksiniz. Çünki biz bir neçə dəfə belə səviyyədə diferensial tapşırıqlar hazırlamışıq, təhlil etmişik. Siz də düşünürəm ki, öhdəsindən gələcəksiniz. Ona görə sizə buraxdım. Çünki bilirəm ki, siz də məktəbdən gəlmisiniz, ağır iş gününün axırıdır. Mən də sizin vaxtınızı çox almaq istəmirəm. Bu səbəbdən dedim ki, mən düşünürdüm ki, etməyəm, istəyirsinizsə edə bilərik. Siz də deyirsiniz ki, etməyək. Ən azından bir nəfər desəydi ki, edəcəkdik. Amma hələ ki, deyən yoxdur. Gözləyirəm sizi yenə də. Sonuncu tapşırığımız platforma tapşırığıdır. Əgər hazır olsa eləyəcəklər. Olmasa da deyin ki, təlimdən sonra yəqin ki, aktiv olacaq. Nə vaxt aktiv olsa tapşırıqlarınızı
həll eləyin. Bu da refleksiya mərhələsidir. Sonuncu slaydımızdır. Müəllimlər 45-ci 47-yə aid sualınız yoxdur ki. Yeddinci dərsimiz də bundan ibarət idi. Yenə də xatırladıram ki, təlimin davam etmə müddəti 2 saatdır. Yəqin ki, cədvəli hazırlayanda, üzr istəyirəm, 3 saatdır. Yəqin ki, cədvəli hazırlananda nəzərə alınıb. Bu həftə 5-də başlayacaqsınız da 5-dən 8-ə. Sual varmı? Təqdimatı mən dayandırıram. Sualımız yoxdursa, müəllimlər, sağollaşa bilərik. Gecəniz xeyrə. Hər birinizə dərslərinizdə və təlimlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirik Fərdə müəllimə. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə.